Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Efirdə əsas məsələ toxşusudur. Statistikaya nəzər salaq. Bugün dünyada 200-dən çox ölkədə 1,7 milyard müsəlman yaşayır. Yəni, dünya əhalisinin 1/4-i məhz müsəlmandır. Kifayət qədər böyük insan kapitalıdır. Eyni zamanda dünyanın neft və qaz ehtiyatı, yəni enerji resurslarının 60%-dən çoxu məhz müsəlman ölkələrinin payına düşür. Kifayət qədər böyük kapitaldır, böyük iqtisadi imkanlardır. Amma gəlin medalın digər tərəfinə nəzər salaq. Bugün dünyanın 40 ölkəsində qarşıdurmalar, terror hadisələri və ümumiyyətlə çox ciddi fəsadlar yaşadan hadisələr baş verir. Bunun da təxminən 60%-dən çoxu məhz müsəlman dünyasında qeydə alınır. Son 15 ildə terror hadisələri, milli, irqi zəmində baş verən qarşıdurmalarda 2.500.000 insan həyatını itirib ki, onun da təxminən 80%, hətta bəzi mənbələrdə daha çox rəqəm göstərilir, müsəlmandır. Və gəlin fikir verək, insan kapitalı, iqtisadi resurslara malik İslam dünyası, müsəlman xalqının ümumdaxili məhsulda ümumdünya payı 15,1%-dir. Nəyə görə? Əlbəttə, bunun obyektiv və subyektiv səbəbləri var, amma ən böyük səbəb İslam dünyasında bugün birliyin, həmrəyliyin, əməkdaşlığın olmamasıdır. Odur ki, buna görə Azərbaycan, onun lideri Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda İslam həmrəyliyi ili elan etdi. Bu il ərzində qarşımızda hansı hədəflər durur, hansı məqsədlərə çatmağa çalışacağıq, dünyaya hansı mesajları verəcəyik? Bütün bunlar barədə Prezident İlham Əliyev 2016-cı ilin Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşı duran vəzifələrə həsr olunan iclasında kifayət qədər ətraflı şəkildə aydınlıq gətirdi, açıq mesajlar verdi. Gəlin, həmin çıxışa baxaq, daha sonra studiyaya qayıdıb mövzu ilə bağlı müzakirəmizə başlayaq. Bəzi ölkələr, Avropa İttifaqına üzv ölkələr, Stop İslam deyirlər onların rəhbərləri. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu faşizmdir. Faşizm. Və faşizm harada yaranıb, biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmır. Ona görə İslam həmrəlik oyunlarının çox böyük mənası var. Biz bu oyunları keçirməklə bir daha öz gücümüzü göstərəcəyik, imkanlarımızı göstərəcəyik, öz dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, İslam aləmini çalışacaq ki, birləşdirək, bizi bölmək istəyənlər, nifaq salmaq istəyənlər, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar. Və Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri nələr deyir bizim ölkə haqqında? Necə yüksək qiymətlər verir? Və bəzən bir-biri ilə yola gedməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Bax, budur bizim siyasətimiz. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir və düzgündür və ədalətlidir və prinsipialdır və cəsarətlidir. Bütün bunları nəzərə alaraq mən 2017-ci ili Azərbaycanda İslam həmrəyliyi ili elan edirəm. Bəli, Cənab Prezident Nazirlər Kabinetinin iclasında 2017-ci ili İslam həmrəyliyi ili elan etdi və bu ilin siyasi, iqtisadi, sosial, mədəni əhəmiyyəti barədə məlumat verdi. Bəli, bu il yalnız dini həmrəylik deyil. Bu ilin qarşısına çox mühüm vəzifələr, çox mühüm tapşırıqlar durur və o tapşırıqların həyata keçirilməsi istiqamətində atılacaq addımlar barədə bugün studiyamızda ətraflı fikir mübadiləsi aparacağıq və mən vaxt itirmədən qonaqları təqdim etmək istərdim. Bizim qonaqlarımız Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlər Arası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmailov, Milli Məclisin deputatı, Siyasi Elmlər doktoru Professor Elman Nəsirov, Milli Məclisin deputatı Sahib Aliyev, 4-cü İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov, İqtisad Elmləri doktoru Professor Zahid Məmmədovdur. Eyni zamanda studiyamızda Azərbaycan Milli Elmlər Akademiyasının alimləri əyləşib, onlar Zeynəddin Şabanov və Hüseyin İbrahimovdur. Hörmətli qonaqlar, xoş gəlmişsiniz studiyamıza və bizim auditoriyamızda könüllülər var, könüllüləri salamlayırıq və əlbəttə ki, qarşıda Cənab Prezidentin qeyd etdiyi kimi 4-cü İslam Həmrəyliyi oyunları gəlir. Hər birinizə uğurlar arzulayırıq. Hörmətli könüllülər, təbii ki, hər birinizin fikirlərini eşidəcəyik, sizə də söz veriləcək. Öncə Səməd müəllim istərdik sizdən başlayaq. Qeyd etdiyimiz kimi, bəzən cəmiyyətdə belə bir fikirlər formalaşır, belə bir fikirlər səslənir ki,
İslam həmrəyliyi ili daha çox dini aspektdən izah olunur, dini aspektdən yanaşılır və burada dini həmrəylikdən belə deyək, əsasən söhbət gedir. Amma bu elə deyil. Təbii ki, bunun çox böyük qeyd etdiyimiz kimi siyasi, iqtisadi, sosial, mədəni, hətta idman sayəsində həmrəylikdən söhbət gedir, birlikdən və əməkdaşlıqdan söhbət gedir. Gəlin öncə bəşəri ideyalarla yaşayan və demək olar ki, hər il qarşısında dünyada həmrəylik, birlik, əməkdaşlıq kimi ideyalar qoyan və bugün İslam dünyasında özünün davamlı iqtisadi inkişafı ilə, sabitliyi ilə nümunə olan Azərbaycanın müəyyən etdiyi 2017-ci il İslam həmrəylik ilinin bir siyasi çəkisinə və dünyaya verəcəyi siyasi mesajlara bir nəzər salaq. Bunun siyasi əhəmiyyətinə toxunaq. Buyurun. Siz tamamilə haqlısınız və hesab edirəm ki, indicənə gördüyümüz kadrlar Cənab Prezidentin İslam həmrəliyi ilinlə əlaqədar olaraq bəyanatı çox dəqiq və ən yüksək səviyyədə Azərbaycanın siyasətini göstərən bir mesaj idi, göstərən bir konkret tapşırıq idi. Doğrudan da bugün dünyada çox təəssüflər olsun, həmrəylik, birlik, əməkdaşlıq və bunu kimi kateqoriyalar demək olar ki, yox dərəcəsinə gəlib çıxır. Avropada özünüz görürsünüz, qaçqınlar və köçkünlər hansı problemlərlə rastlaşır? Şərq dünyasında müharibələr, davalar və faktiki millətlərin qarşı-qarşıya, dinin içərisində müharibələr və bu nöqteyi nəzərdən bu il İslam həmrəyliyi ili böyük bir rəmzi məna daşıyır. Yalnız siz dediyiniz kimi İslam dünyası üçün yox, bütün dünya üçün vacib olan həmrəylik, birlik, əməkdaşlıq və bunu bəyan edən məhz bu həmrəyliyi, birliyi, əməkdaşlığı öz içərisində ehtiva edən Azərbaycandır. Ona görə ki, bugün Azərbaycanda gedən proseslər bütün dünyada, yalnız Qərb üçün yox, yalnız Şərq üçün yox, yalnız İslam dünyası üçün yox və yalnız Xristiyan dünyası üçün yox, bütün dünya üçün, bütün bəşəriyyət üçün bir nümunəvi bir proseslərin şahidiyik biz. Biz bugün burada Azərbaycanda bir neçə müddət bundan öncə Avropa oyunlarını təşkil elədik. İndi İslam oyunlarını təşkil edirik. Və təsəvvür edin, Avropanın 47 ölkəsi Azərbaycandaydı. Bir neçə müddətdən sonra Şərqin, İslam dünyasının 57 ölkəsinin nümayəndəsi yenə də Azərbaycanda olacaq. Bu əslində dünyanın iki fərqli sivilizasiyasının həmrəyliyidir. Siz təsəvvür edin, Birləşmiş Millətlər Təşkilatında 200-ə yaxın ölkə var. 47, 57, hələ müşahidə statusuna malik olan ölkələri də götürsək, dünyanın əksər ölkələri məhz Azərbaycan vasitəsindən özünün birliyini, iqtisadi inkişafını və bu dəyərlərə sadiqliyini məhz Azərbaycanda göstərəcək. Azərbaycan müxtəlif beynəlxalq yarışlara ev sahibliyi edir. Siz idman məqamını qeyd etdiniz. Biz Elçin müəllimi dəvət etmişik və Elçin müəllimdən 4-cü İslam həmrəyliyi oyunları ərzində həyata keçiriləcək layihələr, qarşı duran hədəflər barədə ətraflı fikir mübadiləsi aparacağıq. Yəni, Cənab Prezidentin çıxışında bir məqam da var ki, əgər kimsə düşünürsə ki, 4-cü İslam həmrəyliyi oyunları yalnız idman tədbiridir, o səhv edir. Əlbəttə, söhbət yalnız idmandan getmir. Əlbəttə. Söhbət dünyada iqtisadi, mədəni, təhsil, o cümlədən idman həmrəyliyindən gedir. Söhbət ümumiyyətlə həmrəylikdən gedir. Və bugün ehtiyacı olan bu dəyər Azərbaycanda nümunəvi proseslərlə müşahidə olunur. Və bu dəyəri kim yaşadır, Elman müəllim? Bu dəyəri Azərbaycan yaşadır və Azərbaycan təqdim edir. Ümumiyyətlə, Azərbaycan bu addımı atmaqla dünya miqyasında, dövlət səviyyəsində rəsmən İslam dünyasını həmrəyliyə çağıran ilk dövlətdir. Nəyə görə məhz Azərbaycan, Elman müəllim? Ona görə məhz Azərbaycan ki, Azərbaycanın xüsusilə son illərdə ölkə prezidentinin apardığı ardıcıl sistemli siyasət dünyada Azərbaycanı əslində bir model kimi, multikulturalizm dəyərlərinin bir modeli kimi təqdim edir. Biz onun çox mühüm bir məkanına çevrilmişik və söylədiyim kimi bizim siyasətimiz bir ardıcıl və sistemli siyasətdir
və bu addımı atılması, yəni ölkə prezidentinin 2017-ci ili İslam həmrəylik ili elan etməsi hesab edirəm ki, dünyada Azərbaycanı tanıyan qüvvələri təəccübləndirməməlidir. Çünki biz bir il öncə multikulturalizmi ili elan etmişdik. Məhz onun məntiqi davamı olaraq indi biz İslam həmrəyliyi ili elan etmişik. Və bilirsiniz, əslində belə bir addımın atılması, mən hörmətli Səməd müəllimin fikirlərini tam şərikəm, bu təkcə İslam dünyasının, müsəlman dünyasının birliyi və həmrəyliyi deyil. Məsələ ondadır ki, bu günləri İslamdan kənar da bir dünya formalaşıb və həmin dünyada çox qorxulu tendensiyalar bu günləri müşahidə olmaqdadır. Və cənab prezidentin o çıxışında qeyd olunduğu kimi də qaçqın gələndə, qaçqına münasibətdə deyirlər ki, əgər o müsəlman qaçqındırsa, onu qəbul etməyin. Bu nə deməkdir? Elə cənab prezident cavabını da verdi, bu faşizmdir. İndi siz təsəvvür edin ki, 10 il, 15 il bundan öncə əgər desəydin ki, Avropada faşizm deyilə bilər, onlar yenidən bir qüvvəyə çevrilə bilərlər, insanlar bunu bir əfsanə, bir nağıl kimi qəbul edərdilər. Amma bu günlərdə Avropanın küçələrində Pegida deyilən bir Almaniyada bir neofaşist qüvvə formalaşır və sıraları da genişlənməkdədir. Və bu prosesin qarşısı alınmasa, bu prosesə qarşı dünya birləşməsə, həmrəylik olmasa bizi nə gözləyir? Bu nöqteyi nəzərdən hesab edirəm ki, İslam dünyasından getmir qeyd etdiyiniz kimi. Bütövlükdə dünyadan söhbət gedir. Bilirsiniz, əslində bu terrorizmlə İslam arasında o bərabərlik işarəsinin qoyulması olduqca səhv, yanlış bir siyasətdir. Mən tam məsuliyyəti ilə onu qeyd edirəm və burada yəqin ki, bizim könüllülər də tarix kitablarına bunu yaxşı bilirlər. Hələ mən xaç yürüşlərini demirəm. Birinci və ikinci dünya müharibəsini törədən müsəlman ölkəsi olub. 70 milyon təkcə ikinci dünya müharibəsində insan həlak oldu. Faşizmin mənbəyi məyər şərq mi olub, yaxud da müsəlman dünyası mı olub? Siz təsəvvür edin ki, bütün dünya bunu bilir ki, holokost var. 6 milyon yəhudini məhv eləyiblər, məhz yəhudi olduğu üçün. Bunu hər hansı bir müsəlman mı dövlət eləyib? Xeyr, belə olmayıb. 70 milyon oradan, 6 milyon buradan və üstə gəldə 11 sentyabrda bir 19 nəfər özünü müsəlman kimi təqdim eləyən deyirlər ki, New Yorkda o qüllələri partlatdı və 3000-ə yaxın insanı məhv etdi və bir çox halda da xristiyanı məhv etdi. Bəs adekvat reaksiya nə oldu? Yəni 3000-i əgər özünü müsəlman kimi təqdim eləyən məhv eləyibsə, əvəzində 100 minlər, milyonları məhv edildi. Bundan sonra deyirlər ki, bəs niyə müsəlman ölkələrində belə etiraz var, niyə müsəlman ölkələrində radikallaşma var? Bunun səbəbi özünüzsünüz. Və belə vəziyyətdə dünya radikallaşdıqca bizim dünyamızı fəlakət gözləyir. Ölkə prezidenti bu fəlakətin miqyasını və dəhşətlərini hesablayıb Azərbaycan nümunəsində İslam dünyasını bir həmrəliyə dəvət edir və İslam həmrəlik oyunları keçirir və bununla da biz tarix qarşısında ən böyük məsuliyyətimizi dərk edib və bu istiqamətdə addım atırıq. Bundan nəticə çıxarılmayanda isə hesab edirəm ki, məsuliyyət o qarşı tərəfin üzərinə düşəcək. Və burada eyni zamanda tam əminliklə söyləmək olar ki, Sayın müəllim, İslam dünyasında çox böyük günahı var. Cənab Prezident bir məqamı qeyd etdi ki, bəzən bir-biri ilə yola getməyən İslam ölkələri Azərbaycana qarşı fərqli münasibət göstərirlər. Etiraf edək ki, bugün İslam dünyasında bir nizam yoxdur, əməkdaşlıq və həmrəylik yoxdur. Yəni, və bunun da əsas səbəbi bəli, qeyd etdik, təbii ki, gəlin açıq etiraf edək ki, burada belə müdaxilələr var. Məhz İslam dünyasında hər hansı bir terror təşkilatların yaranması, münaqişə ocaqlarının yaranması istiqamətində atılan addımlar var. Amma İslam dünyasının özündə bir birlik, həmrəylik yoxdur. Bax, bu kontekstdə, bugün İslam dünyasında yaşanan bu nizamsızlığın fonunda 2017-ci ilin İslam həmrəyliyi ilə elan edilməsi nə dərəcədə mühüm önəm kəsb edir və həmin problemlərin aradan qaldırılması baxımından nə kimi imkana malikdir? Buyurun. Bilirsiniz, Rövşən müəllim, mən belə hesab edirəm ki, ümumiyyətlə bu ilin İslam həmrəyliyi ili elan edilməsi keçən ilin Azərbaycanda multikulturalizm ili elan edilməsinin davamıdır. Bu, əslində, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yeritdiyi bu siyasət əslində İslamofobiyaya qarşı, dünyada tüğyan edən İslamofobiyaya qarşı yumşaq güc tətbiqidir. Azərbaycanın öz örnəyində, Azərbaycanın reallaşdırdığı platformalarla göstərməkdir ki, İslam siz təqdim edən kimi deyil, İslam bu İslamdır və eyni zamanda sizin özünüzün də qeyd etdiyiniz kimi
həm də İslam dünyasında o təriqət əsasında və müxtəlif səbəblərdən bir-birinə qarşı çıxanlara bir mesajdır, bir barışıq platforması göstərməkdir ki, biz həmrəy olmalıyıq, biz bir yerdə olmalıyıq. Baxın, təqribən bu təriqət məsələləri Avropada da, müsəlman dünyasında da çox eyni zamanda, eyni vaxtda, yəni dövlət ideologiyası səviyyəsinə çevrilməsi 17-ci əsrə demək olar ki, təsadüf edir. Sonra bildiyiniz kimi Vestfal anlaşmasından sonra Avropada o yandan üzü bəri təqribən 89-cu ilə kimi xristian dövlətləri arasında cəmsi 125 savaş olub. Siz qeyd etdiniz, 90-cı illərdən üzü bəri 100-dən artıq lokal konflikt və savaş baş verib ki, bunlar 90% müsəlman aləmində baş verir. Yaxud da müsəlman ölkələrinə qarşı baş verir və burada da itki də əsasən müsəlmanlar arasında olur. Sayın müəllim, siz nə maraqlıdır? Mən çox üzr istəyirəm. Bax, siz çox önəmli bir məqamı qeyd etdiniz. Bəli, bugün İslam dininin, mən də Gündüz müəllim fikrini soruşacağım ondan bağlı, İslam dini olduğu kimi dünyaya çatdırılmır. Bunu İslam ölkələrinin liderləri də yaxşı bilir. Amma gəlin görək, bugün İslam ölkələrinin liderləri yekdilliklə, həmrəyliyi demirik, bir ağızdan çıxış edərək İslam dinini olduğu kimi öz dəyərləri çərçivəsində dünyaya çatdırmaq istəyindədirlərmi? Çalışırlarmı? Cəhd göstərirlərmi? Siz multikulturalizmini qeyd etdiniz, amma multikulturalizmdən əvvəl də eyni zamanda cənab prezident müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərək İslam dinini olduğu kimi dünya ictimaiyyətinə çatdırmağa çalışıb. Amma gəlin digər İslam ölkələrinin liderlərinə baxaq. Yəni, bu hərəkətlər, bu cəhdlər nə dərəcədə çoxdur? Axı, niyə bunu etmək istəmirlər İslam ölkələrinin? Yəni, etmirlər daha doğrusu. Burada, üzr istəyirəm, burada sahib müəllim qeyd elədi, bir məqamı da qeyd. Həm etməmək məsələsi, siz deyən məsələdir, yəni müsəlman ölkələrinin rəhbərlərinin, belə deyək, bu istiqamətdə o qədər də fəal olmaması məsələsi. Nəyə görə? Ancaq ikinci ən əsas məsələ. O cümlədən də bunu etməyin qarşısını almaq istiqamətində aparılan siyasət. Mən sizə konkret olaraq bir misal çəkim. İslam Əməkdaşlıq Təşkilatına üzv olaraq Avropadan, Avropa qitəsindən belə deyək də, Azərbaycandır, Türkiyədir, bir də Albaniyadır. O cümlədən müşahidə statusuna malik olan Bosniya-Hersegovina var. Ancaq söhbət nədən gedir? Baxın, misal üçün Avropa təşkilatları içərisində ən çox tənqid olunan ölkələr hansılardır? Məhz Azərbaycandır, Türkiyədir, Albaniyadır, Bosniya və Hersegovina. Niyə görə? Çünki bu siyasət Ona görə ki, bu siyasət var. Ona görə ki, bu istiqamətdə birlik cəhdləri var. Baxın, bu yaxınlarda, misal üçün, Türkbanın Parlament Asambleyası Azərbaycanda yarandı. Bu bir cəhddir. İslam Əməkdaşlıq Təşkilatı ikinci cəhddir. Birgə fəaliyyət üçüncü cəhddir. İslam oyunları dördüncü cəhddir. Yəni, bu cəhdləri, bu gücü, bu birləşməni görərək buna qarşı siyasətin aparılması göz qabağındadır. Ona görə məhz cənab prezident bu birlik ilini ona görə elan edir ki, bu birliyə qarşı fəaliyyət mövcuddur. Bu birliyə qarşı həm içərdən, həm kənardan maniçilik törədən, dağıdan, o birliyi istəməyən məsələlər var. Bilirsiniz, qərb dünyasında burada açıq danışmaq lazımdır. Qalxan, dirçələn, potensialı siz qeyd etdiniz olan müsəlman dövlətlərinə və onların inkişafına bir paxıllıq hissi var. Ancaq müsəlman dünyasının içərisində birliyin olmaması hissi var. Və üstəlik bir amil də var, Səməd müəllim, üzr istəyirəm. Yəni, dünya əhalisinin 23% məhz İslam dünyasına məxsusdur və 2000 hesablamalara görə 50-ci ildə bu 30%-ə yaxınlaşacaq. Budur. Yəni, bu amil də var. Sahib müəllim. Səməd müəllimin sözünün qüvvəti, yəni bu niyə hədəfdə olmasından söhbət gedirsə, bilirsiniz, baxın, Avropa dövlətlərinin hər bir millətin qalması üçün, millət olaraq, xalq olaraq qalması üçün demoqrafik artım koefisiyenti 2,1 olmalıdır. Müsəlman dünyasına nə qədərdir? Avropaya fikir verək əvvəlcə. Avropada indi proses necədir? Tutaq ki, Fransada 1,8-dir. Yəni aşağıdır. İtaliyada 1,6-dır. İspaniyada 1,3-dür. Bütövlükdə Avropanın 31 ölkəsində 1,38-dir. Həmin 1,8 olan
artım koefisiyenti olan Fransada müsəlmanların artımı 8,1'dir. Müsəlmanlar hazırda Fransada 20 yaşınacan olan gənclər arasında 30% təşkil edirlər Fransa əhalisinin. O gənclərin 30%-ni. Böyük şəhərlərdə, Marseldə, tutaq ki, Parisdə 45%-dir. Yəni, bütün bu anti-İslam, İslamofobiya buradan qaynaqlanır. Yəni, artan dinamika. Səhv eləyərək, bunlar güya bu cür başa düşərək bunu etmirlər. Bunlar bunu bilərəkdən bu cür edirlər. Amma Azərbaycan kimi dövlətlər öz ənənəsi ilə, cənab prezidentin simasında bugün yeritdiyi siyasətlə göstərir ki, sizin dediyiniz İslam bu İslam deyil. Bilirsiniz, və çox təəssüf ki, siz dediniz, və bunun üçün müxtəlif yollardan istifadə edirlər və eyni zamanda da məzhəb qarşıdurmasından müsəlman aləmdəki bu dağınıqlıq onu ilə bağlı. İndi bir çox böyük dövlətlərin liderlərinin timsalında, hərəkətlərində bu məzhəbçiliyi görəndə və s. axırı görəndə Və yaxud da stop İslam ifadəsini eşidəndə. Təbii ki, biz bunu anlamırıq, anlamaq da istəmirik və həm də dövlət olaraq yeritdiyimiz siyasətlə, cənab prezidentin apardığı siyasətlə bunun düzgün olmadığını üzrə. Biz təkcə bu siyasətlə, təkcə o İslamofob dünyaya göstərmək istəmirik ki, belə lazım deyil. Eyni zamanda örnək olaraq İslam dünyasına daha çox göstəririk ki, bu cür hərəkət etməlidir. Baxın, cənab prezident oradakı çıxışında qeyd etdi. Azərbaycan elə də böyük İslam dövləti deyil. Müsəlman ölkəsi deyil. Amma olimpiyadada, yay olimpiyadasında bilirsiniz ki, ən çox medal toplayan dövlət Azərbaycan oldu. Halbuki Azərbaycan əhalisinin sayı müsəlman dövlət. Məsələn, elə müsəlman dövlət var, 30 dəfə bizdən çoxdur. Tamamilə düzdür. Və İslam dünyasında, MİB dünyasında əldə etdiyi medalların sayına görə birinci yeri tutduq. Yəni, təsadüfi bir göstərici deyil. Bəli, birinci yer, bəli. Və digər bir məsələyə gəlin toxunaq. İstərdik ki, Gündüz müəllim, sizin fikirlərinizi eşidək. Çox önəmli bir məsələlərdən biri nədən ibarətdir? Etiraf edək ki, biz bura qeyd etdik. Bəli, bugün İslam dininin olduğu kimi təqdim etmək istiqamətinə cəhdlər çox azdır. Barmaqla sayılası qədərdir. Bəli. Amma İslam dinini necə təqdim etməlidir İslam dünyası? Yəni, etiraf edək ki, bugün İslam dininin təqdimat modeli dəyişməlidir. Və bu dəyişikliyi də məhz cənab prezident açıq formada ortaya qoyur. Yəni, müasir sivilizasiyalara uyğun bir şəkildə, mədəni formada və olduğu kimi. Bax, bu modellə bağlı Azərbaycanın İslam dininin təbliğatı istiqamətində ortaya qoyduğu bir modelə istərdik sizin fikrinizi eşidək. Mən təşəkkür edirəm. Mən birincisi ondan başlamaq istəyirəm. Biraz öncəki sualınıza. Nə üçün müsəlman ölkələri arasında belə demək mümkündürsə, bu çağırışları eləyənlər, bu çağırışlara qoşulanlar yoxdur. Və yaxud nə üçün birinci məhz Azərbaycandan başladı bu çağırış? Səbəb nədir burada? Səbəb nədir? Mənə elə gəlir ki, mən təbii ki, burada deyilən səbəblərin hamısı ilə şərik olmaqla yanaşı, bir səbəb də bir çox müsəlman ölkələrinin müstəqil siyasət aparmaq iqtidarında olmamasını qeyd eləyərdim. Təəssüf ki, bugün Azərbaycandan fərqli olaraq əksər müsəlman ölkələri müstəqil siyasət aparmırlar. Və çox vaxtı da hansısa qərb dairələrinin, qərbdəki hansısa siyasi dairələrin təsir dairəsinə düşürlər, əhatə dairəsinə düşürlər. Hətta mən bunu nümunə olaraq nəyə qeyd etmək istəyirəm? Baxın, İslamda vəhdət, birlik çağırışı, bunun ideyanın kökü Quran-ı Kərimə, müqəddəs kitabımıza qədər gedib çıxır. Yəni, müqəddəs kitabımız nazil olandan bugünə qədər bu çağırışlar var. Amma bu çağırışlar hansı səviyyədədir? Dini müstəvidə, şəriət müstəvisində, məzhəb müstəvisində, ən uzağı hansısa nüfuzlu din xadimi müstəvisində, səviyyəsində. Bəs nəcə buna siyasi liderlərdə, ölkələr səviyyəsində də bu çağırışlara dəstək yox idi? Halbuki İslam özü dünyəvi bir dindir və orada dünyəvi dəyərlər aşılanır, təqdim olunur. Bunun, mən fikrimi onunla tamamlamaq istəyirəm ki, bununla bağlı. Bunun əsas səbəbi ondan ibarətdir ki, məncə, bəli, müstəqil siyasət yürüdən müsəlman ölkələrinin sayı çox azdır. Və Azərbaycanın müstəqil siyasət yürütməsi, heç bir xarici ölkələrin, dairələrin təsir altında olmaması onun gətirib çıxartdı ki, bəli, Azərbaycan hətta bir çox siyasi dairələrin, dövlətlərin marağına zidd olaraq belə bir təşəbbüslə çıxış edir.
və İslam dünyasında ilk dəfə İslam həmrəyliyi, İslam vəhdəti ideyası ilk dəfə lider səviyyəsində, dövlət başçısı səviyyəsində artıq təşəbbüs olaraq irəli sürülür. O ki, qaldı sizin sualınıza. Biraz öncə qeyd elədi Sahib müəllim. 2016-cı il Azərbaycanda multikulturalizm ili idi və bununla bağlı ölkədə kifayət qədər həm dini səviyyədə, yəni dinlər arası dialoq müstəvisində, həm mədəniyyətlər arası dialoq müstəvisində, həm də biz 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna ev sahibliyi etdik. Kifayət qədər tədbirlər, beynəlxalq tədbirlərə ev sahibliyi etdik. Amma məncə, bu təbii ki, mənim şəxsi fikrimdir, 2016-cı il multikulturalizm ili çərçivəsində bizim şahidlik elədiyimiz və bütün İslam dünyası üçün önəmli olan hadisələrdən biri də o oldu ki, dövlət tərəfindən inşa edilmiş Heydər məscidində ilk dəfə olaraq sünni və şiələr birlikdə vəhdət namazı qıldılar. Yeri gəlmişəm, bu da İslam dünyasında birinci hal idi. Bəli, ilk idi. Və əslində biz belə demək mümkündürsə, İslam dünyasına həmrəyliklə bağlı mesajımızı əslində o namazla, o vəhdət namazı ilə biz ötən il vermişdik. Amma məsələyə bir də o prizmadan baxaq. Bu vəhdət namazına nə qədər dəstəkləyənlər oldu kənarda, müsəlman ölkələrində. Reaksiyalar necə oldu? Bəli, reaksiyalar necə oldu? Təəssüf ki, yetərincə oldu. Ən problemli məqamlardan biri də bax budur. Məsələ həmrəylik deyiriksə, atılan hər hansı bir addımın dəstəklənməsi də burada mühüm önəm kəsb edən məsələdir. Bəli, şübhəsiz. Və bunun şahidi olmuruq. Bəli, ən belə deyək ki, təəssüf doğuran məqamlardan biri də odur ki, Ərəb baharı və Ərəb baharından sonra İslam dünyasında o yaranmış mürəkkəb proses, münaqişələr, qanlı qadalı hadisələr. Bəzi müsəlman ölkələr, mən hətta qərbin dairələrin, siyasi dairələrin bir kənara qoyuram. Hətta bəzi müsəlman ölkələri orada məzhəblər müstəvisində yaranmış vəziyyəti, o mürəkkəb prosesi, gərginliyi digər müsəlman ölkələrinə proyeksiyasına cəhdə iştirak etdilər. Bəzi müsəlman ölkələrinin dairələri. Yəni, müsəlman ölkələrinin bir hissəsi, bəzi müsəlman ölkələr, bəzi dini dairələr nəinki həmrəyliyin tərəfdarı kimi çıxış edirlər. Hətta o münaqişələrin İslam dünyasının, İslam coğrafiyasının digər bölgələrinə də sirayət etməsi prosesinin iştirakçısına çevrilməyə çalışırlar. Aydındır. Və bizim modelimiz, mən bu fikri tamamlayayım, bizim təqdim etdiyimiz model nədir? Biz İslamın siyasiləşməsinin, biz İslamın şəriət müstəvisindən daha çox mədəniyyət və mənəviyyat kontekstində təqdimatına bir nümunəyik. Yəni, bizim modelimiz şəriətdən daha çox, çünki şəriətə vardıqca bölünmələr artır. Biz təqdim etdiyimiz model İslamın mədəniyyət, mənəviyyat müstəvisində təqdimatına üstünlük verən bir modeldir. Və bu baxımdan qərbə mən elə gəlir ki, İslamın təqdimatı baxımından da Azərbaycan nümunəvi bir modeldir. Təşəkkür edirəm, minnətdaram. Yəni, faktiki olaraq biz həm siyasi baxımdan məsələyə toxunduq, eyni zamanda İslam dininin təbliğatı modelini ortaya qoyduq, müzakirə etdik, amma məsələ yenidən qaydacağıq diri nöqteyi nəzərdən. İstərdik bunun iqtisadi tərəflərini toxunaq, Zahid müəllim. Yəni, biz bir qədər öncə qeyd etdik, baxmayaraq ki, dünyada neft və qaz ehtiyatlarının 60%-i İslam dünyasına məxsusdur. Amma bugün İslam dünyasının ümumdaxili məhsulda ümumdünya payı 15,1%-dir. Və yaxud da iqtisadi sferada İslam ölkələri arasında əməkdaşlıq etiraf edək ki, işte, xoş günlərini yaşamır. Səbəb nədir burada? Təşəkkür edirəm. İlk növbədə onu qeyd edim ki, Cənab Prezidentin çıxışı çox cəsarətli. Bu, çünki ictimai dairələrdə İslam əmrəliyi mövzusu müzakirə edildiyi halda, amma ilk dəfə olaraq dövlət zirvə toplantısında belə bir ifadəni söyləmək böyük bir cəsarət tələb edir. Və bununla da Azərbaycanda aparılan bütün gərəkli islahatların İslam və keçidli ölkələrə göstərilməsi üçün bariz nümunəsi olacaqdır. İslam dünyası, bəyək siz də verilişə açmadan öncə ifadə etdiniz ki, statistik baxımdan neft, qaz hasilatına görə 60%-ə yaxın əhalinin çox böyük hissəsi İslam nüfuzuna sahib olmasına baxmayaraq, iqtisadi ilişkilərdə İslam iqtisadiyyatının payı dünya üzrə 10% təşkil etməkdədir. İxtixalat, ixracat, yəni həmən-həmən 10-12% arasında dəyişməkdədir. Yəni bu qədər böyük enerji potensialına sahib çox aşağıdır. Yəni burada onu qeyd etmək gərəkir ki, çünki İslam iqtisadiyyatında yəni buna müvafiq olaraq bugünkü qlobal çağırışlara uyğun olaraq məsələn
birjalar, banklar, yəni bütün bu sahələrdə elə mən xüsusi olaraq maliyyə təsisatı baxımından deyirəm, sadəcə bütün bunların sanki qərbdən qaynaqlandığını ifadə edilməkdədir. Məsələn, bu kontekstdə mən düşünürəm ki, bugün dünyada qeyri-sabitlik çərçivəsində, yəni yaşıl sarmayə, özəlliklə İslam sarmayəsinə qarşı olan stop getdiyi bir dönəmdə, məsələn, bugün kilsələrə edilən qərb dünyasına yardım çox gözəl şəkildə iş adamları tərəfindən qarşılanır. Lakin məscidlərə, camilərə göstərilən maddi yardımlar bəzi hallarda terror dəstəkləyicisi kimi qələmə verilir və həmin yaşıl sarmaya qarşı ciddi təhlükələr yaranır. Bu yenə də günah eyni zamanda İslam dünyasındadır. Onu da qeyd etməyə lazımdır Zahid müəllim. Çünki artıq o beyinləri hopdurulub, beyinləri yeridilir. Bilirsiniz, bəzi hallarda bu nədən qaynaqlanır? Eğitimsiz, təhsil səviyyəsi olmayan bəzi bir qrup, bəlkə də Avropa özü bunu göstərməkdədir. Amma niyə görə bax, bu qədər iqtisadi potensialı varkən, niyə görə axı müsəlman aləmi təhsilə və yaxud da məsələn qeyd etdiyiniz kimi ümumiyyətlə mədəniyyətə, sivilizasiyaya, axı sivilizasiyanın mənbəyi məhz şərqdir. Onda mən təşəkkür edirəm, bilik və qabiliyyətinə əsaslanan bir sistemin ortaya qoyması gərəkir. İslam dünyasına yoldaşlar da ifadə etdilər, bəzi hallarda İslamın ölkələrində həmin ölkələrin rəhbərləri xalqın ictimai, xalqın istəkləri, maraqlarına uyğun deyil, müəyyən dairələrin istəklərinə uyğun olaraq yəni müstəqilliyin olmaması. Müstəqilliyin olmaması. Və bu nədənlə bu məsələlər bilik və qabiliyyəti olan insanların bəzi hallarda həmin ölkələrdə sıxışdırılması bu kimi problemlərə yol açmaqdadır. Aydındır. Gəlin məsələnin digər tərəfinə toxunaq, hörmətli ekspertlər, hörmətli qonaqlar. Azərbaycan idman ölkəsi kimi tanınır Elçin müəllim və Azərbaycan özünün əsas mesajlarını eyni zamanda idman sahəsi üzrə verir. Yəni idmandan yararlanaraq verir və dünya ölkələrinin nümayəndələrini Azərbaycana dəvət etməklə həm həmrəyliyi, həm multikultural modeli, eyni zamanda müsəlman bir ölkəsi kimi Azərbaycan gəncindən tutmuş, Azərbaycanın ziyalısına qədər nəyi necə düşündüyünü ortaya qoyur. Yəni bir model nümayiş etdirir. Avropa oyunlarında biz bunun şahidi olduq. Və əgər biz burada Avropa oyunları, Avropaya yox, dünyaya nə verdi, söhbət etsək, gərək saatlarla danışaq. Amma qarşıda bizi 4-cü İslam həmrəyliyi oyunları gözləyir və cənab prezident də qeyd etdi. İslam həmrəyliyi oyunlarına bir qədər öncə də qeyd etdiyimiz kimi yalnız idman yarışı kimi yanaşmaq lazım deyil. Bu çox böyük siyasi, mədəni, iqtisadi tədbirdir. Bax, İslam həmrəliyi və eyni zamanda qeyd etmək lazımdır ki, 2017-ci il İslam həmrəliyi ili çərçivəsində ən böyük tədbirimiz elə 4-cü İslam həmrəliyi oyunları olacaq. Nə verəcək bu oyunlar İslam dünyasına və ümumiyyətlə dünyaya? Çox sağ olun. Bayaqdan da qeyd olunduğundan belə bəlli olur ki, əslində bu İslamın həmrəliyi o qədər də yoxdur. Olsaydı buna ehtiyac yaranmazdı. Demək, belə bir həmrəliyə ehtiyac var və Azərbaycan da burada özünü bir idman bayramına dəvət edir, sanki bir məclisə dəvət edir və bir daha sözsüz ki, burada idman bizim təşkilatı üçün önəmlidir. Yəni, bizim vəzifəmiz həmin 10 gün ərzində beynəlxalq standartlara uyğun mədəni və idman tədbirini keçirtməkdir. Amma burada siyasi tərəf ondan ibarətdir ki, Azərbaycana təşrif buyuran idmançısı, texniki heyət, həkim fərqi yoxdur, ola bilsin rəsmi heyətlər, bunlar bir stolun arxasında oturub danışmaq şansı yaranır və məhz bunu belə bir tədbirdə etmək ən gözəl vasitələrdən biridir. Yəni bir platforma yaranır, əməkdaşlıq, dostluq, həmrəylik platforması. Bəli, və mən çox ümid edirəm ki, Azərbaycan digər İslam dövlətlərinə də bir nümunə olaraq bu tədbirlərin keçirilməsində favoritdə gedəcək. Bilirsiniz ki, 5-ci İslam oyunları artıq məlumdur, Türkiyədə olacaq və biz yenə də qabaqdayıq, yenə də qarşıdayıq. Bizim planlarımıza görə biz təkcə idman tədbirləri ilə yox, burada mədəniyyət, Azərbaycanın tarixi mədəniyyəti, məhz idman vasitəsilə idman iqtisadiyyatının tərpənməsi məsələsi də var burada. Çünki təzə-təzə yaranan bu bir iqtisadiyyatdır ki, ondan da biz istifadə eləmək istəyirik. İdman iqtisadiyyatı da bilirsiniz, turizm iqtisadiyyatını tərpədir. Yəni bunlar bir-birinə bağlıdırlar. Elə idman iqtisadiyyatı kontekstində deyim ki, əgər bunu İslam oyunları kontekst götürsək, biz hazır olmalıyıq. Yaşıl turizm, yəni İslam turizmi, İslam otelləri çox vacib şərtlərdən biridir. İslam bankçılığı... Bu artıq iqtisadi təkliflərdir. Təkliflərdir və cənab prezident bir ay ərzində Nazirlər Kabinetindən bunların hazırlanması, tədbirlər planı hazırlanması. Və bu kontekstdə mən deyirəm ki, çünki gələn İslam oyunlarına əlaqədar böyük turistlər gələcək. Bunlar ilk növbədə halal bazar istəyəcək, halal market istəyəcək. Yəni özəlliklə, əgər Moskvanı bir gün götürsək, Moskvada çox geniş şəkildə şaxələrim.
Yəni bir gün Azərbaycanda iş adamları çox gözəl fürsətdir. Yəni halal marketlər, halal bazarların, İslam bankiklərinin yaradılması, əgər bizdə bunlar bu gün şöbə kimi fəaliyyət göstərilərsə, strateji maliyyə xidmətlərinin inkişafı üzrə strateji yol xəritəsində İslam banklarının inkişafı ilə əlaqədar da orada məsələlər var. Yəni əslində idman oyunları Azərbaycanın iş adamlarına çox gözəl fürsətlər ortaya qoyacaq. Təbii və eləcə də qeyd Nəzərə etdiyiniz alsaq, kimi bəli, iqtisadi həmrəylik 500 üçün iri böyük bir zəmin şirkət, yaranacaq. böyük qlobal İslam şirkətləri var. Və bugünkü o dəyişik ölkələrdə olan təhdidlər Azərbaycan üçün güclü investisiya qoyma imkan verəcək. Xüsusilə İslam birjası məhz Azərbaycan yeridir. Çünki bunlar bugün öz səhirlərini dəyərləndirmək üçün yer axtarırlar. Said müəllim, siz bir məqamı da gəlin qeyd edək. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev bir məqama toxundu. Cənub qaz dəhlizi ilə bağlı və bildirdi ki, baxmayaraq ki, Cənub qaz dəhlizi Avropaya istiqamətlənir, amma düşünürlər ki, bəli, yəni ki, Asiya Bankından bizə məsələn müəyyən dəstək olur və hətta nəinki dəstək olur, müəyyən təhdidlər, müəyyən təzyiqlər də məhz, təbii ki, Cənab Prezident qeyd etməli, amma dediyi fikirlərdən belə məlum olur ki, Avropadan gəlir. Bununla bağlı dediyiniz məsələ bir həqiqətdir, amma bilirsiniz, mən o fikirdə deyiləm ki, ümumiyyətlə müsəlman aləmində bu həmrəylik yoxdur. Yəni bunu bir mənalı şəkildə bütün müsəlman aləmində həmrəylik yoxdur kimi ifadə etmək düzgün olmazdı. Yəni, bu sahədə boşluqlar var, ciddi problemlər mövcuddur. Bu cür demək hesab edirəm daha düzgündür. Amma bilirsiniz, böyük 20'lik deyilən bir qurum mövcuddur. O da dünyanın ən inkişaf etmiş dövlətləri, iqtisadi baxımdan inkişaf etmiş dövlətlər daxildir. Müsəlman dünyasının, yəni 57 müsəlman dövləti içərisində 3'ü oranın üzvüdür. Bu Türkiyədir, Səudiyyə Ərəbistandır, İndoneziyadır. 3 nəhəng müsəlman dövləti. Və belə baxanda məntiqlə, yəni bu 3 dövlətdən birinin bu ili İslam həmrəylik ili kimi elan etməsi ilk başdan ağlabatan gəlirdi. Amma fikir verirsiniz, bunların heç birisi deyil, məhz Azərbaycan dövləti bu analoji addım atır. Bu təsadüfən deyil. Yəni biz özümüzün də hədəfimiz odur ki, növbəti bir 10 illikdə Azərbaycan inkişaf etmiş dövlətlər sırasına daxil olmağı hədəf seçib. Və fikir verin, əgər Rio'da keçirilən yay olimpiya oyunlarında dünyanın bir 200'ə qədər ölkəsi içərisində biz 14-cü yeri, Avropanın bir 50'yə yaxın dövləti içərisində biz 7-ci yeri və bir 57 müsəlman dövləti arasında biz birinci mövqeni seçmişiksə, yəni artıq idmanda müsəlman dünyasının liderliyimizi biz bayraqlarımızın Rio'da qalxması ilə sübut etmişik. Və belə olan reallıqda hesab edirəm ki, bizim deməli, belə ili bu cür elan etməniz təbiidir və qısaca da bir neçə də fikrimdən söyləyib yekunlaşdırıram. Bu günləri ən böyük müsəlman dünyasında parçalanma Fələstin-İsrail münaqişəsinə olan münasibətdə özünü göstərir. Bir qrup ölkələr Fələstin mövqeyini dəstəkləyir müsəlman ölkəsi, digərləri bunun əksi mövqeyindədir. İkincisi, müsəlman dünyasında o mənəm-mənəmlik, liderlik, müsəlman dünyasının lider olmaq iddiası çox böyükdür. Səudiyyə Ərəbistandır, İrandır, vaxtilə Liviya eyni addım atırdı, Səddam Hüseyin dövründə İraqın belə bir iddiaları vardı və s. Bundan başqa, müsəlman dünyasının ölkələrinin birinin digərinə qarşı çox ciddi iddiaları, ərazi iddiaları mövcuddur. Və bütün bunlar hamısı təbii ki, o müsəlman birliyini, həmrəyliyini kəskin şəkildə zəiflədən amillərdir. Və ən çox da mən bunu ürək yanğısı ilə deyirəm ki, bəli, bu günləri İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəfələrlə bizim mövqeyimizi müdafiə edən bəyanatlar qəbul edilib və son İstanbul toplantısında hətta bir kontakt qrupu təşkil edildi. Bunlar çox gözəldir. Amma axı növbəti sual yaranır. Niyə görə bu qədər müsəlman dövləti içərisində Ermənistanla, işğalçı dövlətlə əlaqələri deməli, kəsən, onunla heç bir münasibətə girməyən dövlətdən sayı barmaqla sayıla bilər. Belə hallar bizdə təəssüf doğurur. Səməd müəllim, buyurun. Doğrudan da bu il bütün müsəlman dünyası üçün çox vacibdir, əhəmiyyətlidir. Məhz həmrəylik nöqteyi nəzərdən, dünyada gedən proseslər göz qabağında. Və burada qeyd olundu. Məhz Azərbaycanda bu həmrəylik qabiliyyəti, imkanı bir masanın ətrafında birləşmək nümayiş etdiriləcək və dünyaya bir mesaj kimi göndəriləcək. Söhbət nədən gedir? Söhbət bir də ondan gedir ki, biz bəli, İslam dünyasının içərisində bölünmədən, həmrəyliyin o qədər də kifayət qədər olmamasından danışırıq.
Ancaq bir məsələni yaddan çıxartmaq lazım deyil. Bu məsələlərin qarşısını alan və buna qarşı işləyən qüvvələr mövcuddur. Və bu qüvvələrin prinsipi də böl və idarə elə. Və etrafında kifayət qədər böyük qüvvələrdir. Və kifayət qədər böyük qüvvələrdir. Mən sizə bir misal çəkim. Avropanın tarixindən. Burada tarixçilər oturub çox gözəl bilirlər. Avropanın tarixini götürsəniz, Avropada 30 ildən çox müddət olmuyor ki, müharibə olmasın. İlk dəfə 1949-cu ildən sonra Avropa Şurasını yaradandan sonra Avropada Balkan konfliktini çıxmaq şərti ilə 50 ilə yaxın, 60 ilə yaxın Avropa ölkələri arasında müharibə yoxdur. Almaniya Fransaya qarşı, Belçika Fransaya qarşı, İngiltərə Fransaya qarşı, Fransa başqa ölkələrə qarşı. Bu nizamı yaradıblar özləri. Yəni bu nizamı yaradıblar. Amma əksinə... Ancaq əks tərəfdə indi həmən nizamlama prosesi gedir. Birləşmə prosesi gedir. Və bu birləşmə prosesinin böyük bir əhəmiyyəti var. O əhəmiyyət də ondan ibarətdir ki, yalnız birləşəndən sonra müharibələrin qarşısını almaq mümkündür. Yalnız birləşəndən sonra həmən iqtisadi dirçəlişi həyata keçirtmək mümkündür. Və bunun qarşısını üzr istəyirəm almaq üçün məntiqli, çox düşünülmüş bir siyasət aparılır. Bax, bu siyasətə cavab Azərbaycanda, Azərbaycanın paytaxtında, Bakıda həmrəylik ilinin elan olunmasıyla bağlı verilir. Və bunu cənab prezident balaca ölkənin, ancaq böyük siyasət aparan ölkənin bir rəhbəri kimi verir. Bilirsiniz, məsələnin eyni zamanda kökündə bir məqam deyəndə sahib mənim istərdim. Bu məsələ ilə bağlı sizin fikirlərinizi öyrənəyik. Vaxt var idi ki, və hətta uzun bir müddət ərzində şərq dəyərləri qərb dəyərlərini diktə edirdi. Şərq sivilizasiyası qərb sivilizasiyasını diktə edirdi. İndi bu hadisələr əksinə baş verir. Qərb dəyərləri şərqə nüfuz edir, soxulur, tətbiq olunur, cücərdilir. Nə baş verdi? Yəni, harada şərq aləmi səhifə yol verdi, boşluğa yol verdi? Bilirsiniz, Gündüz müəllim az öncə maraqlı bir məsələyə toxundu ki, biz istəyirik ki, sekulyar dövlət olaraq şəriət müstəvisindən keçirək mənəviyyət və mədəniyyət müstəvisinə. Gündüz müəllim hər halda bu məsələni daha yaxşı bilər və ümumiyyətlə bizim problemlərimiz də məhz o zaman başlayıb ki, daha çox biz şəriət məsələsinə, elmi də, mədəniyyəti də, mənəviyyatı da hər şeyi şəriətə bağlayır. Ora, bəli. Qızıl, İslam dini üçün qızıl dövr deyirlər. Bəzilər 15-ci əsrdə o dövrü çəkir, bəziləri deyirlər 13-cü əsrdə tamamlanır. Amma indi bu gənclər əyləşir burada. Onlar bəlkə də daha çox biz hamımız avrosentrik elmin təsiri altında olduğumuzdan bəlkə də onlar hər bir şeyi, bütün kəşflərin kökündə ancaq xristian sivilizasiyasını görürlər. Halbuki, məsələn, indi desən ki, ilk uçan aparatları tutaq ki, 8-ci əsrdə Əl-Firnas İspaniya o zaman yer gəlmişkən müsəlman ərazisi idi, kəşf edib təəccüblənə bilərlər. Trigonometriya İslamda meydana gəlib, cəbr, algebra göründüyü kimi adından da bu İslamda meydana gəlib və tibb bölümü tutaq ki, məsələn, nə üçün mənəviyyət, mədəniyyət? İbn Sina'nın artıq bütün dünyaya məşhurlaşanda ona qarşı çıxış edən İslam alimi idi, adını demək istəmirəm, çünki fikirləşmirəm ki, adı İbn Sina ilə yan-yanaşı çəkilməlidir ki, Allahın iradəsinə qarşı çıxırsınız, necə yəni? Bir adam xəstədirsə, o deməli Allahın iradəsinə xəstələnir və ölməlidir. Yəni, nəyə görə bunu deyirəm? İndi zaten mən bunu bilir, Weberin kapitalizm əsəri var, belə çıxır ki, kapitalizm ancaq protestant əxlaqının məhsuludur və digər konvensiyalar, digər dinlər kapitalizmi də inkişaf qazana bilməz, irəliləyiş ola bilməz. Amma Konfutsiyan, Çini, ondan öncə Yaponiya öz örnəyi ilə göstərdi ki, bu belə deyil. Elmlə din ayrı-ayrı anlayışlardır. Bir sivilizasiyanın geridə qalması müəyyən səbəblərdən baş verir, tarixi səbəblər var, bunun arxasında başqa faktorlar var. Bunu dinə aparıb bağlamaq düzgün deyil. Bizim ən böyük səhvimiz də məhz budur. Və etiraf edək ki, o düşüncə tərzi hələ də yaşayır, o düşüncə tərzi hələ də var. Çox təəssüf ki, bəli, bu var.
Təşəkkür edirəm, minnətdaram sizə. Elçin müəllim, bizim studiyamızda bir həmrəylik var. Bizim studiyamızda könüllülər əyləşib və onların fikirlərini eşidəcəyik, onlar öz suallarını verəcəklər, amma eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının alimləri də bizim studiyamızdadır. Gəlin onların fikirlərini öyrənək, aparılan müzakirələrlə bağlı onların mövqeyini eşidək, daha sonra artıq gənclərimizə sözü verəcəyik. Buyurun Hüseyin müəllim. Təbii ki, elmlə dini qarışdırmaq olmaz. Elm özünün dəyişilən daimi, yeniləşən qaydaları, prinsiplərə malik olduğu halda din daha çox dəyişilməz prinsip və əsaslara malik bir mənəvi dünyadır. Və ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə, göstərişi ilə 2017-ci ilin İslam oyunları ili elan edilməsi cənab prezidentin özünün də dediyi kimi və bizim ekspertlərimizin də və bütün əksəriyyət insanların da razılaşdığı kimi əlbəttə yalnız idman oyunları deyil, böyük bir mədəni, sosio-mədəni əlaqələrin artması, genişlənməsi istiqamətində mühüm bir il olacaq. Bu paradigma ətrafında sözsüz ki, elmi əsərlər də yazılacaq, elmi işlər də müdafiə ediləcək və bütün bunların biz bunu tək yəqin ki, Azərbaycanda yox, eyni zamanda digər həmin bu oyunları qoşulan İslam ölkələri ilə bərabər qərb tədqiqatçılarında da rast gələcəyik. Və məsələn, çox üzr istəyirəm, bir məqamı toxundunuz. Cənab Prezident öz çıxışında bir məsələni demişdi Gündüz müəllim. Yəni qeyd etmişdi ki, Azərbaycanın multikulturalizm modeli əslində elmi araşdırmaların mövzusu olmalıdır, elmi təhlillərin mövzusu olmalıdır. Yəni biz elmi baxımdan dünyaya çatdırmalıyıq bunu. Bəli. Mən öncə Hüseyin müəllimin o toxunduğu məqamdan çıxış eləyərək bir faktı qeyd edeyim. Tamamilə doğrudur. Bugün İslam dünyasında sanki İslam və elm bir-birinə zid qütblər kimi fəaliyyət göstərir. Elə də təqdim olunur dünyaya. Elə də təqdim olunur. Mən amma sizin Elmlər Akademiyası bu istiqamətdə gördüyü işlərlə bağlı bizimlə birlikdə həyata keçirdiyi bir layihəni qeyd etmək istəyirəm. Təsəvvür edin, bunlar iki qütb kimi, bir-birinə zid qütb kimi təqdim etdiyi İslam coğrafiyasında Azərbaycanda Dini Qurumlarla İşlə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, elmi bir mərkəz və dini bir mərkəz, Qafqaz Müsəlmanları İdarəsi İslam və elm mövzusunda beynəlxalq konferans keçirdi 2014-cü il. Və bu beynəlxalq konferansa nəinki müsəlman ölkələrindən, eyni zamanda Avropada və digər xristiyan dünyasından, digər ölkələrdən çoxsaylı alimlər gəldi. Bugün həm də məhz İslam və elm bu nöqteyi nəzərindən mən o Azərbaycanın təqdim etdiyi model baxımından bunu qeyd elədim ki, dini mərkəz, elmi mərkəz və din siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti. Çox güman ki, bax, bu il ərzində həyata keçiriləcək strateji fəaliyyət proqramının bir istiqaməti də məhz bu olacaq. Bəli, yəni biz İslam, elm və təbii ki, dövlətin həyata keçirdiyi siyasət bunların ortaq, belə deyək, fəaliyyətinin nəticəsi olaraq bunu qeyd etdim. O ki, qaldı sizin dediyiniz məsələ. Azərbaycan multikulturalizmi, belə bir fən var və fəxrlə qeyd edeyim ki, bu fən təkcə Azərbaycanda ali məktəblərdə deyil, İndoneziyadan Portuqaliyaya qədər əksər ali məktəblərdə, bir çox ali məktəblərdə tədris edilir. Və bu prosesi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi həyata keçirir. Cənab Prezidentin işlətdiyi bir ifadə var. Nədən ibarətdir? Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir. Bugün Azərbaycan xalqının həyat tərzinin əslində təhsil sahəsinə proyeksiyası prosesi gedir. Və sevindirici haldır ki, bu proyeksiya, bu həyat tərzinin təhsil səviyyəsinə, belə demək mümkündürsə, köçürülməsi prosesi təkcə Azərbaycanda getmir. Və biz buradan, bu çıxışlardan da, bu fikirlərdən də belə bir fikir formalaşmasın ki, biz İslam sivilizasiyaların toqquşması dedikdə, mədəniyyətlərin toqquşması dedikdə, İslam həmrəyliyinə çağırış etməklə biz belə deyək, öz qütbümüzü formalaşdırdıq və biz də İslam mədəniyyəti kontekstindən bu mübarizə deyək. Qətiyyən belə deyil. Bugün dünyada Bakı prosesi adlı bir termin var. Bakı prosesi özündə mədəniyyətlərin, sivilizasiyaların dialoqunu ehtiv eləyir. Yəni, belə demək mümkündürsə, dünyada mədəniyyətlər, dinlər arası dialoq prosesi Bakıdan idarə olunur.
Və biz buna paralel olaraq, bu platformaya paralel olaraq, buna zidd olaraq deyil, buna paralel olaraq Bakıda həm də İslam həmrəyliyi platformasını, belə deyək, əsasını qoyuruq. Və bunlar bir-birinə zidd platformalar deyil, bir-birinə zidd proseslər deyil. Əksinə, bunlar əməkdaşlığı, birləşdirici həmrəyliyi, faktordur və bir yerdən idarə edilməsidir. Təşəkkür edirəm Zahid müəllim, əlavəniz var. Nəzərə alsaq, İslam və elm, İslam sadəcə iqtisadiyyatından deyəcəm, tədqiqatların 90%-i Avropa universitetlərində həyata keçirilir. Nədən? Çünki bilikli, qabiliyyətli, İslam dünyasının nümayəndələri bilik almaq üçün o ölkələrə gedir. Çox gözəl bir sistem uygulaması var o ölkələrdə. Gələn adama Pakistandan, dəyişik ölkələrdən olsun, Malayziyadan, həmin ölkələrin iqtisadi sistemin öyrədilməsini tələb olunur. Yəni, insan o ölkədən gedib o ölkəni öyrənmək yerinə Qərbin iqtisadiyyatını, Qərbin uğurlarını, öz ölkəsinin modelini pulsuz olaraq, tədqiqat apararaq qoyur ortaya. Və Avropa ölkələri asanlıqla ölkədə bütün iqtisadi problemləri, iqtisadi uğurları, yəni onun güclü tərəfləri, zəif tərəflərini, problemləri, riskləri, təhlükəsizliyi görə bilir. Pulsuz, parasız oraya gedirsiniz. Və ona görə biz özümüz, ümumiyyətlə İslam dünyası, mən bu konferansda çıxışlarımın birində demişdim ki, bu mövzuya diqqət etmək lazımdır. Göndərilən insan, gedən adam ölkənin təcrübəsi öyrənib bizlərə aktarmaq yerinə biz buradan modelləri aparırıq. 90% gedin araşdırın, İslam iqtisadi ədəbiyyatı qərbdən çıxır, istinad oradadır mənbələr. Məsələ buna, ona görə Sahib Məmməd o sualı verdim ki, axı bunun beşiyi şərqdir. Biz apardıq. Müsəlman aləmidir. İşte. Amma nə oldu sonra? Mərkəz oldu. Reallıqlar budur. Zahid müəllim, sonra nə oldu? Bax, məsələ bundan ibarətdir. İslam və elm sualınla yanaşı, bugün Azərbaycanda gedən proseslər bir suala da cavab verir. Çox vacib və əhəmiyyətli suala cavab verir. İslam və cəmiyyət. Ona görə ki, bugün Azərbaycanda Azərbaycan modeli, Azərbaycan gəncliyi İslama, İslam dəyərlərinə dəstək, hörmət, öz dəyərləri kimi təqdim etdiyi halda sekulyar, dünyavi və dünya tərəfindən qəbul olunan dəyərləri də dəstəkləyirlər. Bu, ən vacib məsələlərdən biridir. Mən sizin sualınıza belə bir misal gətirərəm. Avropa İnsan Haqları Məhkəməsi. Avropa İnsan Haqları Məhkəməsi faktiki Xristiyan dinindən götürülmüş, onun din aspektini kənara qoymuş və insan haqlarını hüququ və cəmiyyət çərçivəsinə salaraq dünyaya təqdim etməyə başladı. Özünküləşdirərək dünyaya təqdim etməyə başladı. Amma baza məhz İslam dünyasıdır. Burada isə baza isə İslam dünyasıdır və misal kimi biz Avropa Şurasına, Avropa təşkilatlarına gedərək bizə yeni bir institut təklif etdilər. Ombudsman institutunu təklif etdilər. O vaxtları sual doğururdu ki, Ombudsman institutu nə deyilən bir məsələdir. İndi hamı bunu çox gözəl tanıyır. Azərbaycanda hər yerdə bu inkişaf etmiş bir institutdur. Onda o zaman həmən təşkilatın baş katibi bizə yaxınlaşaraq dedi, burada qeyri-adi bir məsələ yoxdur. Biz bu dəyəri, biz bu institutu şərqdən götürmüşük. Hansı instituta götürmüşsünüz? Ağsaqqal institutunu, Ağbirçək institutunu. Nüfuzu olan şəxsin, bax, niyə uzağa gedir? Bir dəqiqə, nüfuzu olan şəxsin cəmiyyətdə rolu və bunu sizdən götürüb sizə qaytarırıq. Azərbaycan nə verib dünyaya? Dünyaya İlk dəfə olaraq xanımların, qadınların hüquqları Azərbaycana tanınır. Və yaxud da ilk opera Azərbaycanda təqdim olunur, yaxın şərqə. Düyün Röşənməl. İlk dünyəvi dövlət, tamamilə düzdür. Biz bu, tamamilə haqlı. Bugün biz həmən suallara cavab veririk. Yəni, sekülər, dünyavi dövlət və İslam dəyərləri. Qadının cəmiyyətdə rolu və İslam dəyərləri. Bu suallara Azərbaycan cavab vermək iqtidarındadır. Və biz, burada çox gözəl qeyd olundu, biz multikulturalizm fəlsəfəsini tamamilə yeni tərzdə təqdim edirik. Qərb təqdim etdiyi tərzdə bacarmadı multikulturalizmlə. Ona görə Cameron, Angela Merkel multikulturalizm iflasa uğrayır ifadələrini başladılar istifadə etmək. Ancaq burada multikulturalizm millətlərin birgə yaşaması,
dini konfessiyaların birgə fəaliyyət göstərməsi və cəmiyyətin içərisində inkişaf etdirilməsi konsepsiyası məhz Azərbaycan modeli çərçivəsində Səməd müəllim, etibar bax, olunur. cəmiyyət, istərdim ümumən sizin fikrinizi eşitdim. Bax, cəmiyyət, yəni Səməd müəllim qeyd etdi və cənab prezident dəfələrlə bu məsələyə toxunub ki, bir çox halda cəmiyyətdə bu cüzərdilir. Siyasi alət kimi istifadə olunur. Bugün məsələn Avropa liderləri hakimiyyətə gəlmək üçün əgər cəmiyyətə belə bir mesaj göndərirsə ki, mən başı bağlı müsəlmanları ölkəmə buraxmayacağam, müsəlman miqrantları ölkəmə buraxmayacağam, onun reytinqi avtomatik olaraq qalxır. Bax, səbəb bundan ibarət. Bilirsiniz, yəni Azərbaycan dövlətinin ölkə prezidentinin atdığı addımlar öncədən hesablanmış addımlardır. Məsələn, ölkəmizin 2016-cı ilin əvvəlində, yanvar ayında multikulturalizm ilə elan edilərkən hələ Avropada belə qaçqın ordusu yox idi. Belə qaçqın dalğası, miqrant dalğası yox idi. Amma nə qədər düzgün addım atıldığı məlum oldu ki, deməli, bizi çox ciddi təhlükələr gözləyir. Belə olan vəziyyətdə, bilirsiniz, əslində, bəli, məqsəd yönlü siyasətlər gedir. Bugün müsəlman dünyasından nə qədər çox baskılar edilən siyasi qüvvələr meydana gəlirsə, onların Avropada reytingləri yüksəlir və bizi ən çox narahat edən cəhət odur ki, yaxşı, bu qüvvələr bugün hakimiyyətdə deyirlər. Bəs sabah, 5 il sonra onlar hakimiyyətə gələndə dünya nələr gözləyir? Bu nöqteyi nəzərdən, bəli, bu İslam həmrəylik ilinin elan edilməsi bizi çox böyük bəlalardan hifz edilməsi anlamındadır. O hədəfi seçib və sözün həqiqi mənasında bir qədər mücərrət belə səslənsə də, mənə elə gəlir ki, bugün müsəlman dünyası o qəzaya uğramış bir gəmini xatırladır. Belə vəziyyətdə iki variant var. Ya o gəmidə bir 5 dəqiqədən sonra, 10 dəqiqədən sonra məhv olacağının fərqində olan o sərnişinlər birləşib, xaosa yol vermədən, məntiqlə, ağılla gəlin, xilas olağın və necə xilas olağın sualın müzakirə edib çıxış yolu tapırlar. Və yaxud da ki, hərəsi öz canını qurtarmaqla məşğuldur, hərəsi bir yer axtarır ki, gəmidən çıxıb öz canını qurtarsın. Və təbii ki, ikinci variantda bütün gəminin sərnişinlərini ancaq fəlakət gözləyir. Bu nöqteyi nəzərdən, bəli, birləşmək həmin o gəmini xilas edən cəhətdir və müsəlman dünyasının bu günlər birləşməsinə hesab edirəm, heç bir zaman olmadığı qədər indi böyük ehtiyac var və bu ehtiyacdan, bu məntiqdən doğaraq da dövlət başçısı məhz ili, deməli, İslam həmrəyliyi ili elan edir. Bəli, sahib mənim, buyurun. Azərbaycandakı multikulturalizm az öncə Səməd mənim toxundu. Qərbin təqdim etdiyi multikulturalizmdən fərqi nədir? Nə üçün Qərb multikulturalizm iflasa uğradı? Onların təqdim etdiyi multikulturalizm başqa konfessiyaların, başqa mədəniyyətlərin Qərb mədəniyyəti içərisində əriməsidir. Azərbaycanın təqdim etdiyi multikulturalizm mədəniyyətlərin yanaşı yaşaması, bir-birini zənginləşdirməsidir. Azərbaycanın təqdim etdiyi həmrəylikdə sadəcə İslam həmrəyliyi deyil. Yəni lider İslam dini deyil, Və birləşmədən, İslam xalqı deyil. bu həmrəylik birləşmədən yox, harmoniyadan burada söhbət gedir. Dinc yaşamaqdan, bir-birinin təriqətinə, məzhəbinə, mədəniyyətinə, seçdiyi yola, dövlət quruluşuna hörmət etməkdən söhbət gedir. Bu, Alman strateqlərindən biri deyirdi ki, 20-ci əsrdə deyirdi ki, indiyədək aparılan müharibələr, daha doğrusu orta əsrlərdə aparılan müharibələr ordular arasındakı müharibə idi. Hazırki müharibələr millətlər arasındakı müharibədir. Çox təəssüf ki, bəşəriyyəti sivilizasiyalar arası müharibəyə sürükləyirlər. İndi sivilizasiyalar arası müharibə ya gizli ya açıq gedir və yaxud da buna sürüklənmə əlaməti var. Az öncə bizim hörmətli alimiz də Samuel Huntington'dan misal gətirdi və bu məsələni vuruladı. Bu həmrəylik, arxasındakı o strateji yük məhz buna imkan verməməkdir. Azərbaycan öz örnəyində, öz yanaşması ilə ortaya qoyur ki, bu düzgün yol deyil. Bu sivilizasiyaların toqquşması bəşəriyyəti məhvə aparıb çıxara bilər. Biz dinc yanaşı yaşaya bilərik. Yəni, bu İslam həmrəyliyi, az öncə qeyd olub, bu İslam həmrəyliyi nədir? Bu, Bakı prosesinin əslində davamıdır. Az öncə mən də dedim, multikulturalizmi ilinin əslində davamıdır. Biz bunu ilə heç də qarşı durma, kiməsə qarşı olmanı, belə deyək, formalaşdırmırıq, İslam cəbhəsi yaratmırıq. Sadəcə göstəririk ki, öz örnəyimizdə bu multikulturalizm dəyərlərinə sadiqliyimizlə də
Öz örnəyimizdə tutaq ki, katoliklərə, pravoslavlara, yəhudilərə qucaq açmağımızla, birgə yaşamağımızla göstəririk ki, dünya harmoniya içərisində Azərbaycanın örnəyində olan kimi yaşaya bilər. Yox da həmrəylik deyəndə nə başa düşülməlidir? Bəli, indi İslam ölkələrində də onu göstərir ki, güclüsənsə öz gücünü mədəniyyətdə göstər, idman yarışmasında göstər, elmdə göstər, öz liderliyini bunda göstər. Başqasının öz məzhəbini, öz dünya görüşünü, öz ideoloji sistemini başqasına sırmaq istəməkdə göstərmir. Söhbət bundan gedir. Gəlin Zeynəddin müəllim fikrini eşidək. Buyurun Zeynəddin müəllim, fikrinizi bildirin siz də. İslama qarşı belə məkirli münasibət tarixən olub. Bir faktı yazıda salmaq istəyirəm. Əmir Teymurla İldırım Bəyazit qarşılaşdı. İki böyük Türk cihangiri, iki böyük sərkərdə, ikisi də müsəlman. Və məlumdur ki, İldırım Bəyazit məğlub oldu. Qələbəni isə Vatikanda qeyd elədilər. 7 gün Vatikan bayram elədi. Niyə? İki böyük Türk dövləti, müsəlman dövlətini zəiflətdiyinə görə. Tarixən olub bu. Ancaq çıxışıma belə başlamaq istəyirəm ki, İslam dininin müqəddəs kitabı, Quran, ilk dəfə 1141-ci ildə Latin dilinə tərcümə olunub. Və hal-hazırda bütün dillərə tərcümə olunub. Və bütün liderlər, tədqiqatçılar bu kitab haqqında məlumatlıdırlar və yaxşı bilirlər ki, İslam dini sülh, dostluq, qardaşlıq dinidir. Zəngin insan İslamda əgər qonşusu kasıbsa rahat yaşaya bilməz. Öz varidatından zəkat verməlidir. Müasir fikirlə desək ki, sosial yardımlar etməlidir. Əsl humanist və insanpərvər dindir. Buna görə də narahatdırlar. Zəif əqidəli insanları tapmaqla müxtəlif hərəkətlərə onları cəzb edirlər və islamofobiya yaradırlar. İnsanlar qarşısında, cəmiyyət qarşısında. Buna nəyə görədir? İslam dininin genişlənməsi, möhkəmlənməsi. İstəklərdən də nail olublar. Çox təəssüf ki, nail olub. Məhz zəif əqidəli insanları nəticəsində nail olub. Ona görə də İslam dininin daşıyan dövlətlər, İslam dövlətləri həmrəy olmalıdırlar. Onlar arasında model deyək, sinergetik idarə etməyə əsaslanan qarşılıq fayda verən əməkdaşlıq siyasəti olmalıdır ki, bunlar bir-birini daim dəstəkləyə bilsinlər. Bütün İslam dövlətlərinin bir-birinin dəstəyinə ehtiyacı var. Bu il Xocalı faciəsinin 25 illiyi tamam olur. Bizim haqq səsimizi özümüz çatdırmağa çalışırıq. Buna siyasətimiz yetərincə. Bu ilə bərabər İslam dövlətlərinin də bizim haqq səsimizi, ədalətli səsini dünyaya çatdırılmasına böyük ehtiyacımız var. Buna görə də həmrəy olmalıdır. Təşəkkür edirəm sizə, təşəkkür edirəm və bugün Avropa liderləri Səməd müəllim bir məsələ üzərində baş sındırır. Yaxın şərqdə sabitliyin əldə olunması, terrorla mübarizənin aparılması və s. və əlaxır. Amma hələ də yolunu tapa bilmirlər. Bəlkə də tapıblar, amma sadəcə olaraq görürlər ki, bu da həmrəlikdən keçir. Bu da birlikdən keçir. Azərbaycan niyə qarşı həmrəliyi eyni zamanda ortaya qoyur? Çünki özü terrorun baş verməsini istəmir. Çünki özü bu terror hadisələrini yaşayıb. 90-cı illəri götürək. Bugün həmrəyliyə, birliyə böyük bir ehtiyac var. Və İslam dünyası Qərb dünyasından həmrəylik də etməyə qadirdir. Qarşı durma yox, həmrəylik etməyə qadirdir. Ona görə bir-birimizi gərək başa düşək, dərk edək, bir-birimizi öyrənək. Nələr kədara qoyulmalıdır Səməd müəllim? İslam dünyası ilə Qərb dünyası arasında həmrəyliyə nail olmaq üçün. Və ən əsası, bəlkə də biraz qəribə səslənər bu. Ən əsası, biz gərək bir-birimizə hörmətlə yanaşaq. Bax, misal üçün, Qərbdə çox məşhur və hamı tərəfindən qəbul olunmuş bir dəyər var. Tolerantlıq. Ancaq bizim tolerantlıq, biz başa düşdüyümüz tolerantlıq bir balaca Qərb tolerantlığından fərqlidir. Orada dözümlülük. Bəlir. Orada mənim səndən o qədər də xoşum gəlmir. Amma dözürəm. Ancaq səni dözürəm. Bizdə isə qarşılıqlı hörmətdir. Birgə yaşamaqdır. Qonşuya hörmət etməkdir. Onun dərdinə şərik olmaqdır. Bu tamamilə başqa səviyyədə olan bir tolerantlıqdır. Bax, bu qarşılıqlı dəyərləri dərk etmək, öyrənmək və hörmətlə qarşılıqlı həyat tərzi sürməkdir. Təşəkkür edirəm, minnətdaram və Elçin müəllim, istərdim sizin fikirlərinizi eşidək. Əslində, studiyamızda gənclərə əyləşib və bu gənclərin ən böyük üstünlüyü, ən böyük xoşbəxtliyi odur ki, onlar məhz bu dəyərlərlə
formalaşırlar, onlar məhz bu dəyərlərlə inkişaf edirlər və bu dəyərlər onlara aşılanır. İdman yolu ilə və yaxud da müxtəlif beynəlxalq forumlarla, müxtəlif tədbirlərlə. Gənclərimiz, siz gənclərlə birbaşa olaraq işləyən bir insansınız. Gənclərimiz bax bu dəyərləri necə mənimsəyir? Valla bu sual bəlkə onların özləri. Onlara verəcəm o sualı. Amma sənin bax siz gənclərlə işləyirsiniz, çalışırsınız. Nə dərəcədə maraqlıdırlar? Bu dəyərlərə nə dərəcədə belə deyək, o könül xoşluğu ilə yapışırlar, çalışırlar üzərlərində? Əgər biz İslam dininin Azərbaycandakı və gənclərə təsirindən danışırıqsa... Tək din yox. Yox, mən bir qədər İslamla bunu bağlamaq istəyirəm və sonra bugünkü gənclik, Allah'a şükür ki, bizim o yaşadığımız faciələrdən bir qədər uzaqdılar. O mənada ki, o zaman bunların çoxsu hər iş dünyaya gəlməmişlər. Amma biz bunu bilirik. Yəni, o 20 yanvar hadisəsi, Xocalı, bunlar hamısı bizim tarixə qara hərflərlə yazılmış, təəssüf ki, günlərdir. Bugünkü gənclik sabahki Azərbaycanı daha işıqlı görmək istəyir. Daha fərqli görmək istəyir. Onu azad görmək istəyir. Onu varlı görmək istəyir. Onu, belə deyək, fəxarət içərisində yaşayan bir gəncliyi yaşamaq istəyirlər. Və buna da bunların haqqı var. Çünki gözlərini açandan Azərbaycanın, bu 25 yaşlı dövlətin bir növ daim yuxarıya doğru bir istiqamətlə hərəkətdə görüblər. Və buna da öyrəşiblər. Amma çox çətin siyasi proseslərdə formalaşırlar bunlar. Elədir. Günümüzdə həmin hadisələr daha çox baş verir. Və mən ümid edirəm ki, vaxt gələcək ki, onlar bizi kimi öz dövlətləri ilə, öz ölkələri ilə fəxr eləyəcəklər. Həm dini mədəniyyəti ilə fəxr eləyəcəklər, həm idmançıları ilə fəxr eləyəcəklər, həm siyasətçiləri ilə. Yəni, ümumiyyətlə, gənclik çox, bəlkə bizim cəmiyyətin ən maraqlı təbəqəsidir, ən təmiz təbəqəsidir, ən gözəl təbəqəsidir. Məhz böyük tədbirlərdə, böyük hadisələrdə biz yalnız onlara söykənirik və onlara çox inanırıq, çox fikiririk. Gəlin gəncliyin sözünü eşidək, gəncliyin fikrini eşidək. Hörmətli gənclər, necəsiniz, özünüzü necə hiss edirsiniz? Hər şey yaxşıdır. Necə hazırlaşırıq 4-cü İslam Həmrəyliyi oyunlarına? Yüksək səviyyədə. Və yenə də təbii ki, öz gücümüzü göstərəcəyik, öz bacarığımızı göstərəcəyik, qonaqpərvərliyimizi göstərəcəyik. Eləmi? Buyurun, sizin fikrinizi eşidək. Azərbaycan yəni bir ölkə olaraq, bir mədəniyyət olaraq həmişə hamıya hörmət eləyib və qarşılığında da eyni şeyi gözləyib. Amma çox təəssüflər olsun ki, həmişə eyni şeylər qarşılığında görülmür. Və buna görə də məhz Azərbaycan yəni bu çətinliklərdən keçdiyinə görə yəni istər tarix boyu, istər xalq olsun, yəni bunun timsalında insan olsun, həmişə çətinliklərdə böyür. Və tarix boyu bu çətinlikləri gördüyünə görə Azərbaycan ən birinci olaraq başa düşüb ki, yəni birləşmək, bütün İslam dünyasında olan dövlətləri yığmaq və həmrəyliyə gətirmək. Təşəkkür edirik. Minnətdarıq. Sonra kim fikir bildirmək istəyir? Buyurun, sual da verə bilərsiniz. Buyurun, zəhmət olmasın, mikrofonu ötürək. Burada Vestfal sülh müqaviləsindən söhbət getdi. Səhv eləmirəmsə 1648-ci ildə bağlanıb. Nəyə görə Vestfal sülh müqaviləsi beynəlxalq münasibətin yaranmasını qeyd edilir? Yəni o münasibətlərin, bugünkü protokolun yaranması o gündən götürür. Halbuki İslam diplomatiyası adlanan bir şey var ki, hansı ki Məhəmməd Peyğəmbərin dövründə artıq inkişaf eləmişdi və düzgün müharibə aparma yolları, müharibə məhbuslarının hüquqlarının qorunması barəsində və yaxud da ki, başqa dövlətlərin suverenliyi, ərazi bütövlüyü barəsində artıq qanunlar qəbul olunmuşdu və bugünkü gündə səhv eləmirəmsə BMT-nin 41, 42, 43, 44-cü maddələri bunun əsasında qurulmuşdu. Və bunların heç biri tanıtılmır və yaxud da göstərilmir və yaxud da qeyd olundu ki, misal olaraq bugünkü dünya gündə Ərəb ümumiyyətlə şərq ölkənin alimləri tanınmır və yaxud da ki, misal üçün qeyd olundu ki, ilk uçan aparat şərqdə qeyd olunub. Amma sizin fikriniz nədir bunlara? Mən bununla demək istəyirəm ki, yəni, məsəl üçün, bugünkü gündə Azərbaycanda Amerika günləri adlanan günlər keçirilir. Və mən istəyərdim ki, İslam haqqında da belə bir şey keçirilsin, ümumiyyətlə şərq ölkələri barəsində. Amma burada bir problem də yaranır. Kim gedəcək buna? Yəni, yenə də İslamofobiya adlanan bir şey var. Bəzi insanlar fikirləşir ki, qərbdə əgər ora getsələr, yəni böyük, necə deyim, işlə qoşulacaqları və yaxud da ki, İnandırırsınız ki, Azərbaycanda keçirsələr əgər, belə bir hadisə olsa, gələcəklər. Çünki Azərbaycanı tanıyırlar. Mən qərbi öyrətməyəcəyəm. Nəyə görə şərq ölkəsinin gəncləri
şərqin mədəniyyətini qərbdən öyrənməlidir. Mənim əsas, yəni öz alimlərimiz qala-qala Əslində bu da çoxdan düşünülmüş bir siyasətin, yəni məntiqi nəticəsi, real göstəricisidir. Təşəkkür edirəm sizə, minnətdaram. Gəl Sahib müəllim, buyurun əlbəttə. Bizim cavan oğlan dedi, bu Vestfal sülh anlaşması beynəlxalq müqavilə kimi sadəcə təqdim olunur. Əslində isə bu Avropa dövlətlərində məzhəblər arası savaşmaya son qoymaq üçün olan anlaşma idi. 30 illik müharibənin sonunda meydana çıxmış bir anlaşma idi. Və o anlaşma məlum olanda ki, özünü tam doğrultmur, müəyyən boşluqlar var. Hörmətli Səməd müəllimin qeyd etdiyi kimi, artıq humanitar müstəvisində, mənəviyyat müstəvisində yenidən birləşmə modeli olaraq ortaya atılan siyasi müstəvidə Avropa Şurası modeli vardı. Bu, məhz Avropadakı toqquşmaların qarşısını almaq, Avropa dövlətlərinin harmoniya içərisində yaşamasının, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq yaşamasının qarşısını almaq üçün ortaya atılmış modelləridir. Burada bir məqam da çox vacib bir məqam ondan ibarətdir ki, çox gözəl sual verdi bizim könüllü, bizim gənc. Bax, Çin dilində danışanlar 1,5 milyard çoxdur. Və hesab eləyək ki, sabah Çin dilində bir kitab çıxdı. O dünyanın kitabı olmur, o Çinin kitabı olur. İngilis dilində danışanların, heç Çin dilindən bəlkə də o qədər də çox deyil, biraz çox. Amma İngilis dilində kitab çıxdısa, o dünyanın kitabına çevrilir. Ona görə cənab prezidentin apardığı siyasət Azərbaycanın həqiqətlərini, Azərbaycanın dəyərlərini, Azərbaycanın içərisində mənəvi deyək, rəmzi deyək, Azərbaycan dilində yox, dünya dilində Azərbaycan dəyərlərini çatdırmaqdır. Məhz bu yolla Avropa oyunları, Bakı prosesi, İslam oyunları və bütün başqa məsələlər Azərbaycanı dünyaya, dünyanın qəbul etdiyi dillə yaxınlaşdırır. Ona görə sizin sualınıza cavab olaraq, İslam dünyasını birləşdirmək üçün İslamın içərisində fəaliyyətdən başqa dünyanın içərisində fəaliyyət aparmaq lazımdır ki, İslam dünyanı fəth etsin, yüksəlsin. İslamın içərisində, özünün içərisində fəaliyyət kifayət deyil. Məhz İslam oyunlarında təşkil olunması İslam dünyasına yox, dünyaya bir mesajdır ki, biz İslam və demokratiya sualına cavab veririk. Bizim cəmiyyətimiz heç də qərb cəmiyyətindən əksik deyil. Və biz birləşmək iqtidarındayıq. Necə ki, vaxtilə siz birləşmisiniz. Və indi siz dünyada hökm sürürsünüzsə bir Anglo-Saks sivilizasiyası. O heç də demək deyil ki, başqa sivilizasiyaların hüququ yoxdur, mədəniyyəti yoxdur və imkanı yoxdur. Mədəniyyət də var, hüquq da var, güc də var və ən əsası qədim dünya bəşəriyyətinə məxsus olan bir tarix var. Təşəkkür edirəm. Hörmətli auditoriya, buyurun. Hamınızı salamlayıram, xoş gəlmişsiniz. Həzrət Məmməd Rzayev, bir sualım olacaqdır. Bildiyimiz kimi artıq... Sualınız kimədir? Ümumiyyətlə, qonaqlarımızdadır. Bildiyimiz kimi artıq 2017-ci il, yəni bu ilin Azərbaycanda İslam həmrəyliyi ilə elan olmasının sizcə Azərbaycan üçün hansısa mənfi nəticəsi ola bilərmi? Elman müəllim. Bilirsiniz, hesab edirəm ki, istənilən addım atılanda onun riskləri hesablanır. Bir management of risk deyilən bir, hətta bir fən var qərb ölkələrində. Yəni mənfi nəticələri yox, riskləri deyək. Risklər hesablanır. Və istənilən halda, bəli, biz onun fərqindəyik ki, bu günləri o haqqında bayaqdan bəhs etdiyimiz İslamofob qüvvələr var və onlar kifayət qədər güclüdür. Və indiyə qədər də bizim bu qədər inkişafımızı gözü götürməyən o qüvvələr Azərbaycanı haqsız olaraq ittiham edirlər. Səbəbi nədir? Səbəbi bir müsəlman ölkəsi olaraq bizim inkişafımızdır. Və həmin o cənab prezidentin sözləri ilə desək, biz çox da böyük bir dövlət deyilik. Amma bizim sözümüzün mənası və çəkisi böyükdür. Və belə olan vəziyyətdə yenidən böyük bir çəki ilə, yenidən böyük bir məna ilə çıxış edirik. Bütün müsəlman dünyasını birləşdirən bir oyun keçiririk. Təbii ki, o qüvvələr yenə əl-ayağa düşəcəklər. Təbii ki, cənab prezident onu da hesablayır ki, dünyanın o deməli müsəlmanı sevməyən, o islamofob qüvvələri yazılarla çıxış edəcəklər, qəzetlərdə, mətbuatda, saytlarda, bəzi onların liderləri də bəyanatlar da verə bilərlər bizim əleyhimizə. Biz bunların hamısını bilirik. Amma bizim axı öz yolumuz var. Bizim yolumuz haqq yoludur. Biz onun fərqindəyik ki, bu addımlar, bizim atacağımız bu addım,
bu münaqişəyə, bu toqquşmaya, bu qarşıdurmaya, bu konfrontasiyaya deyil. Məhz insanlar arasında barışığa, həm də təkcə müsəlman dünyası deyil. Bayaqdan bizim hörmətli ekspertlərimiz dəfələrlə qeyd etdilər ki, bu təkcə müsəlman dünyasında deyil, eyni zamanda digər dünyada, yəni xristiyan dünyasında, buddizm, nə bilim, yahudi, bu dünyada da birliyə bir çağırışdır. Və bəli, bütövlükdə bizim bu addımımız Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirəcək. Müsəlman dünyasında bizim rolumuzu və çəkimizi daha da gücləndirəcək. Müsəlman aləmində bir rezonans verəcəyinə inanırıq və eyni zamanda riskləri də hesab edirik ki, həmin o Azərbaycanı sevməyən, müsəlman dünyasını sevməyən qüvvələr təbii ki, müəyyən işlər görəcək. Təşəkkür edirik. Əlavəniz vardı. Əslində sualın cavabı Cənab Prezidentin çıxışında var idi. Cənab Prezident diqqət etdirsə, belə bir ifadə işlətdi. Bizim siyasətimiz səmimidir, ədalətlidir, eyni zamanda cəsarətlidir. Bəli. Yəni, Azərbaycan həm də cəsarətli siyasət yeridir. Təbii ki, Elman müəllimin dedikləri ilə mən razıyam. Müəyyən mənada bunu istəməyən qüvvələr ola bilər. Amma Azərbaycan dəfələrlə bu cür cəsarətli addımlar atıb. Biz bu cür addımları istər Avropanın Azərbaycana qarşı, Qarabağ münaqişəsinə qarşı ədalətsiz mövqeyində dəfələrlə Azərbaycan bunu nümayiş elətdirib. Eyni zamanda İslama münasibətdə nümayiş elətdirib. Mənə elə gəlir ki, bu cəsarətli siyasətin ən, belə deyək, bariz nümunəsi isə aprel döyüşləridir. Təşəkkür edirəm. Bu nöqteyi nəzərdə bizim kimsədən qorxumuz yoxdur. Təşəkkür edirəm. Buyurun, fikrinizi bildirin. Söz verdiyiniz üçün təşəkkürlər, Rza İbrahov. Mənim həm bir sualım var, həm də bir əlavəm var. Sualdan başlamaq istəyirəm ki, həmən deyilən birlik, həmən bu dostluq, həmən bu müsəlman cəmiyyətində dostluğu dünya qəbul edə biləcəkmi? Səməd mənim. Çox gözəl sualdır oğlum. Çox gözəl sualdır. Müasir dünyada nə qədər qəribə səslənsə də bu məsələlər heç nə əziyyətsiz, dərin və məntiqli işsiz, cəsarətli siyasətsiz qəbul edilmir. Dünya bugün yalnız dəmir məntiq, dəmir iradə, Cənab Prezidentin dediyi sözləri bir də təkrar etmək istəyirəm və burada da kollegalar qeyd etdi, cəsarətli siyasət tələb edən bir dünyaya çevrilib. Bugün Azərbaycan niyə öz qabiliyyətini, iradəsini ortaya qoyub? Ona görə ki, bu gücə malikdir. Və bugün biz heç də düşünməyək ki, biz artıq hansısa bir səviyyəyə qalxmışıqsa, artıq bizə qarşı siyasət yumşalacaq, yaxud problemlər daha da azalacaq. Yox, problemlər bəlkə də azalacaq, ancaq onların təsir gücü heç də azalmayacaq. Biz həmişə hazır olmalıyıq. Biz bir nə qədər güclü olacaqsa, bir o qədər də güclü olmalıyıq və güclü müqavimət göstərməliyik. Biz öz mövcudluğumuzu dünyaya sübut etdirməliyik. Necə ki, sübut etdirmişik, etdiririk və bundan sonra da etdirəcəyik. Təşəkkür edirik. Buyurun. Elvin Hüseynov könüllü. Mən bu məsələlərdən bir şey də qeyd etmək istəyirəm. Necə ki, dövlətimiz, ölkəmiz dünyaya həmrəylik bildirir. Həmrəylik institutunun təməlini qoyub, o cümlədən biz könüllülər hər birimizdə həmrəyik. Artıq bu bəzilərimizin ilk beynəlxalq praktikasıdır, bəzilərimizin artıq 3-cü, 4-cü praktikasıdır və bizim bir şuarımız var. Biz birlikdə güclüyük. Biz nə qədər ki birlikdəyik, nə qədər həmrəyik, o qədər də güclü olacaq. Başqa sözlə İslam həmrəyliyin oyunlarının ruhu da həmrəylikdir, birlikdir, əməkdaşlıqdır. Başqa kimin sualı var? Buyurun. İlk öncə hamı salamlayıram. Həsənli üçün könüllü. Sualım təhlükəsizliklə ilə bağlıdır. Azərbaycanda keçiriləcək İslam həmrəylik oyunları zamanı idmançıların, idman heyətinin və turistlərin təhlükəsizliyin qoyulması üçün hansı tədbirlər görünür? Elçin müəllim, buyurun. Ümumiyyətlə, təkcə İslam oyunları deməyək, Azərbaycanda keçirilən bu səpkidə, beynəlxalq tədbirlərdə hər bir şöbə deyək, şöbənin bir vəzifəsi var. Bəzi məsələlərdə isə bu artıq bizim komitənin səlahiyyətlərindən çıxır, artıq dövlət qurumları ilə birgə iş qrupu var, belə də adlanır, iş qrupu, birgə iş qrupu. Və təhlükəsizlik bizim ən birinci vəzifələrimizdən biridir. Yəni, bu heç vaxt belə ola bilməz ki, biz ancaq stadion haqqında fikirləşək, idmançı haqqında fikirləşək və yaxud da nəqliyyat haqqında ola bilsin rabitə, təhlükəsizlik. Yəni, bu kompleks şəkildə. Bəli, kompleksdir. Yəni, bunun İslam oyunları ilə bağlı, sizə tapşırılan
hansı işi belə deyək, oyunlara görə böləcəksiniz. Heç vaxt. Siz üçün fərq etməyəcək bu. İslam oyunlarıdır, yoxsa Avropa oyunlarıdır, yoxsa ola bilsin gələcəkdə daha möhtəşəm beynəlxalq yarış olsun. Yəni, təhlükəsizlik məsələsi bizim prioritet verdiyimiz məsələlərdən biridir və inanın ki, biz əgər ona hazır olmasaydıq, bu qədər cəsarətlə danışmazdıq. Müəllim, buyurun. Elçin müəllimin fikirlərini tam şərikəm, amma qısa bir əlavə etmək istəyirəm. Bilirsiniz, bu təşəbbüslə çıxış etmənin özü çox böyük hadisədir. Yəni, İslam həmrəylik oyunu Azərbaycanda keçilsin. Amma axı bəyə qeyd etdiyimiz kimi bütün risklər hesablanır. Əvvəla Azərbaycanda bu ictimai siyasi sabitlik olmasaydı, Azərbaycanda bu təhlükəsizlik mühiti formalaşmasaydı, Azərbaycanda bu inkişaf olmasaydı, hətta bizim bu təklifimiz, bu çox gözəl ideyamız özü reallaşma baxımından mümkün olmazdı. Nəzərə baxımından çox gözəl ideya olardı, amma müsəlman ölkələr Azərbaycana gəlməzdi əgər bu dediklərim olmasaydı. Bizim ən böyük nailiyyətimiz, bu cənab prezidentin sözlərində, Səməd mən bu Respublika günündə səhv eləmişsəydi ki, bizim bu müstəqillik illərimizdə 3 böyük nailiyyətimiz var. İctimai siyasi sabitlik, təhlükəsizlik və inkişaf. Bax, bunlar bizim elə bu tədbiri keçirməyimiz şərtləridir. Təşəkkür edirik. Sonra könüllülər, kim danışmaq istəyir, kim sual vermək istəyir? Buyurun, zəhmət olmasa mikrofonu ötürək. Ağayda Püstə xanım, könüllü. Könüllü yoldaşımın sözünə qüvvət olaraq bildirmək istəyirəm ki, necə ki dövlət başçımız, dövlətimizin hər bir məmuru və yaxud da ki, hər bir adi vətəndaşı bu oyunlara, belə deyim, İslam həmrəylik oyunlarına dövlət başçımızın qeyd elədiyi kimi cəsarətlə, səmimi qəlbdən hazırdırsa, biz könüllülər də əlbəttə ki, 4-cü İslam həmrəylik oyunlarının könüllüləri də əl-ələ verərək bu cəsarəti dövlət başçımızın qarşısında, dövlətimizin qarşısında çalışdığımız qədər göstərməyə çalışacağıq. Təşəkkür edirəm. Təşəkkür edirəm. Əslində, burada hər kəsin üzərinə konkret missiya düşür, konkret iş düşür. İstər ictimai siyasi xadim olsun, millət vəkili və yaxud da qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti, istər jurnalist, alim, hər birimizin üzərinə konkret məsuliyyət, konkret, eyni zamanda gənclik. Yəni, gənclik də bu ideyaları təbliğ etməlidir. Sosial şəbəkələrdə, əlbəttə. Azərbaycanın ən gözəl, ən yüksək səviyyədə nailiyyətlərdən də biri belə gəncliyin formalaşmasıdır. Mən həmişə öz çıxışlarımda da deyirəm, biz heç vaxt deməməliyik ki, biz 20% torpaqları itirmişik. Biz 80% torpaqlarımızı azad etmişik. Qalıb onun 20%-i. O 20%-i də inşallah azad eləyəcəyik. Və sonunda, Səməd müəllim, və sonunda istərdik hər birinizin hörmətli qonaqlar, hörmətli ekspertlər fikirlərini eşidək. Azərbaycan cəmiyyətinin üzərinə hansı məsuliyyət düşür, hansı vəzifə düşür? Çünki cənab prezident dəfələrlə öz çıxışında bildirib ki, Azərbaycanın siyasi inkişaf modelinin bir ana xətti var. Xalq iqtidar, xalq dövlət birliyi. Burada xalq öz birliyini, həmrəliyini necə göstərməlidir? Gündüz müəllim, sizdən başlayalım. Mən tamamilə sizinlə şərikəm ki, əslində hər bir Azərbaycan vətəndaşının üzərinə bir məsuliyyət düşür. Bu adi bir məsuliyyət deyil. Bu həm də şərəfli, hətta deyərdim, müqəddəs bir missiyadır. Burada əyləşən gənclər, bütün Azərbaycan xalqı bu müqəddəs missiyanın daşıyıcılarıdırlar. Təbii ki, biz bu mübarək və müqəddəs missiyanın daşıyıcıları olaraq öncə öz daxilimizdə həmrəylik nümayiş elətdirməliyik ki, digər müsəlman ölkələri, müsəlman xalqları da bizdən nümunə götürsünlər. Mənə elə gəlir ki, biz bu nümunəni dəfələrlə nümayiş elətdirmişik. İstər 90-cı illərdə Ulu Öndərin ətrafında, istərsə də bugün cənab prezidentin ətrafında. Təşəkkür edirəm, minnətdaram. Zahid müəllim, siz fikrinizi eşidək. Vətəndaş həmrəyliyi olmasaydı, biz İslam birliyini elan edə bilməzdik. Çünki bugün başqa ölkələr İslam birliyi ifadə etsə, hamı gülər ki, ölkəsində vətəndaş həmrəyliyi yaranmayan bir sistemdə... Və yaxud digər İslam dövlətləri ilə münasibətləri bərbad olan bir vəziyyətdə. Ona görə bu Azərbaycanın vətəndaş həmrəyliyi haqqı var ki, İslam birliyi mövzusunu da gündəmə gətirsin. Ona görə buna örnək olaraq mən hesab edirəm ki, Azərbaycanda vətəndaş həmrəyliyi dünyaya bir çağırış olaraq İslam həmrəyliyi də ortaya qoyacaqdır. Təşəkkür edirəm, minnətdaram. Elçin müəllim. Mən çox qısa deyim ki, əgər könüllülərin arasında həmrəylik olmasaydı, əgər onlarla bizim aramızda, onlarla xalq arasında, onlarla dövlət arasında belə bir həmrəylik olmasaydı, biz çətin ki, uğurdan danışardıq. Minnətdaram sizə. Elmi müəllim, buyurun. İslam həmrəyliyi bizdə bu real məsələdir. O səbəbdən ki, biz multikultural dövlətik. Əgər bizdə müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcısı belə mehriban yaşayırlarsa,
Belə bir ölkədə təbii ki, İslam həmrəyliyinin olması bu labüddür. Bu bir modeldir, bir nümunədir. Sadəcə biz bu ili elan etməklə bu bizim problemimiz deyil. Yəni Azərbaycanda İslam həmrəyliyi sayəsində bir problem var və biz buna görə də bunu elan etmişik. Bu qətiyyən belə deyil. Biz əslində bu günləri müsəlman aləminə, bütün dünyaya bir mesaj veririk ki, gəlin həmrəy olalım. Bizim onsuz da balaca bir planetimiz var. Gəlin onu hifz edəlim. Teşekkür ederim. Sahib müəllim. Siz Azərbaycandakı hazırda mövcud olan bu ictimai-siyasi sabitliyin kökündə duran dəyərlər, prinsiplər var. O prinsiplərdən biri də məhz bu tolerantlıqdır və cəmiyyətin müxtəlif təbəqələri, müxtəlif konfessiyaları arasındakı həmrəylikdir. Bizim çox öyündüyümüz və hamıya da örnək götürülən sabitlik əsas təməl prinsiplərindən biri budur. Cəmiyyət üçün siz verdiyiniz suala gəldikdə ki, cəmiyyətin üzərinə nə düşür? Biz az öncə də mən ilk dəfə çıxışımda qeyd etdim. O keçmişdən gələn o tolerant dəyərləri daha da qorumalıyıq. O mənəvi dəyərlərimizi qoruyub saxlamaqla yanaşı, Cənab Prezidentin də qeyd etdiyi kimi 21-ci əsrin çağırışına ləyaqətlə cavab verməliyik. Müasirləşməliyik. Avropalaşmalı yox, məhz müasirləşməliyik. Onda təbii ki, Azərbaycan indikindən də irəli gedəcək və yer gəlmişkən bu gəncliyin xoşbəxtliyi ondadır ki, Cənab Prezidentin bir sözü var. Azərbaycan deyir, heç zaman indiki kimi güclü olmuyor. Həqiqətən delədir. Azərbaycan heç zaman indiki kimi güclü olmuyor və deməli, Azərbaycan gəncliyi də heç zaman indiki kimi güclü olmuyor. Arzum da budur ki, siz elə bir cəmiyyət gələcəkdə formalaşdırasınız ki, sizin kimi gələcəkdə orada oturan gəncliyə deyəsiniz ki, Azərbaycan heç zaman indiki kimi, yəni sizin gəncliyin dövründəki kimi güclü olmuyor. Teşekkür ederim. Minnətdarı Səməd müəllim. Bütün kollegaların fikirlərinə şərikəm. Bugün Azərbaycan Respublikasının prezidentinin apardığı siyasətinin biz təntənəsini görürük. Görürük ona görə ki, Azərbaycan maraqları artıq Azərbaycan çərçivəsindən çıxıb, dünyada qəbul olunan maraqlara çevrilib. Biz həmişə deyirdik, danışırdıq, Amerikanın dünyada marağı, Rusiyanın dünyada marağı, böyük dövlətlərin maraqları. Bugün biz Azərbaycan xalqının, Azərbaycan gəncliyinin dünyada öz təsdiqini tapan Azərbaycan maraqlarının şahidlərinə çevrilirik. Və bu prosesdə mən hamıya uğurlar arzulayıram. Təşəkkür edirəm, minnətdarım hər birinizə, hörmətli qonaqlar. Əziz tamaşaçılar, siz əsas məsələ verilişinə baxdınız və bizim bugünkü verilişimizin qonaqları Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlər Arası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmailov, Milli Məclisin deputatı Siyasi Elmlər Doktoru Profesor Elman Nəsirov, Milli Məclisin deputatı Sahib Aliyev, 4-cü İslam Həmrəliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov və İqtisad Elmləri Doktoru Profesor Zahid Məmmədov idi. Eyni zamanda Azərbaycan Elmlər Akademiyasının alimləri Zeynəddin Şabanov və Hüseyin İbrahimov bugün bizimlə bir yerdəydilər və biz bugün Cənab Prezidentin elan etdiyi 2017-ci il İslam həmrəyliyi ili, bu ilin siyasi, iqtisadi, sosial, mədəni və dini əhəmiyyəti barədə, eləcə də idman prinsiplərinin təbliği baxımından rolu barədə ətraflı fikir mübadiləsi apardıq. Görüşmək ümidi ilə salamat qalın.